Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün 9-cu sinif riyaziyyat din test topusunda olan adi və uniq kəsrlər mövzusundakı suallarda başlayaq 61-dən 126-ya kimi olan sualların izahına. 60-dan əvvəlki sualların izahına baxmaq üçün digər videoya keçid edib baxa bilərsiniz. Deməli, 61-ci sualdan başlayaq. Bizə deyilir ki, 136 tam 100 mində 242 böyükdür 136 tam ulduz 42-dən. Bərabərliyinin doğru olmaq üçün ulduz işarəsinin əvəzinə hansı rəqəm olmalıdır? Baxın, buna həmişə uyğun olaraq cavab vermək lazımdır. Yəni, baxın, göstərim. Görən gəlaq. Baxın, tamlar eynidir. 136-lar eynidir. Son iki rəqəm eynidir. Bir dənə uyğun olanlara nəzər etsəz kifayətdir. Yəni, ulduz kiçikdir. Daha doğrusu 2 böyükdür. Ulduzdan düz demişik, hə. Yəni, bu ulduz işarəsi nədirsə 2-dən kiçik olmalıdır. Eyni zamanda hər hansı bir ədədin tərkibində olduğu üçün natural olmalıdır. 0 da ola bilər. Çünki ədəd, yəni o vaxt 0 seçənəyini biz göz ardı edirik ki, ədəd məsələn həmin o dəyişənlə başlasın. Amma ədəd ortadadır. Yəni ulduz işarəsi ortadadır. Yəni 136 tam 0, 42 ola bilər. Ona görə də biz həm 0-ı, həm də 1-i götürə bilərik. Amma 2-yi götürə bilmərik, çünki 2-yi almır. Yəni 61-ci sualın cavabı olur B variantı. Keçək 62-ci sualımıza. 62-də bizə deyilir ki, meyvə bağındakı ağacların 11-də 4 hissəsi alma. Baxın, 11-də 4 hissəsi alma. 11-də 2 hissəsi isə armuddur. Digər meyvə ağacları bağdakı ağacların hansı hissəsini təşkil eləyir? Baxın, bunu iki yol demək olar. Mən keçən dəfəki videoda izah elədiyimiz kimi hər şeyə bir desəz. Məsələn, bağdakı ağacların sayını ümumiyyətlə 1-dir. Bu 1 nə deməkdir? 11-də 11 deməkdir. Buna daha yaxşı əvvəlki videoda hər hansı bir sualın üzərində izah eləmişik. Hamısına 1 desəniz, o zaman digər ağacların payına nə qədər düşər? Yazarsınız ki, 1 çıxaq 11-də 4-lə 11-də 2-nin cəmi, düzdür? Yəni 1 çıxaq 11-də 6. Bu nə deməkdir? 11-də 5. Yəni digər ağacların hissə olaraq nə qədərdir? 11-də 5-dir. Sizdən də digər ağacların hissə olaraq nə qədər olduğunu soruşur. Cavabınız olur əslində 11-də 5. Amma bunu belə də eləyə bilərdiniz. Bağdakı ümumiyyətlə ağacların sayına 62-də. İkinci yolumuz. Uşaqlar, mən bu rəngini dəyişim. Bu rəngi mən bunaltdı. Ağacların sayına, məsəl üçün, ağac sayına bir dənə x versəniz, sizə deyilir ki, əslində yollar təqribən eynidir, sadəcə yenə də əhəmiyyətini anlamayanlar üçün bu x dənə almanın 11-də 4 hissəsi, daha doğrusu x dənə ağacın 11-də 4 hissəsi alma ağacıdır. Yəni 11-də 4 x alma ağacıdır. 11-də 2 hissəsi, yəni 11-də 2x armud ağacıdır. Qalan nə qədərdirsə A, bilmirəm. Bunların hamısı ağacdır. Say olaraq ağacsılar. Yəni bu A ilə bu x-ların cəmi bizə ümumi bir x verməlidir, düzdür? Yəni mən yazsam ki, A üstə gələk 11-də 4x və 11-də 2x bərabərdir x-a, düzdür? Yəni A üstə gələk 11-də 6x bərabərdir x-a. Buradan da A-nı tapmaq üçün bu müsbət keçməlidir bərabərliyin əksinə. X çıxaq 11-də 6x şəklində. Cavabımız yekun olaraq 11-də 5x eləyir. Yəni, bu nə qədərdirsə digər ağaclarda, bura biz digər ağaclar vermişik, A bərabərdir 11-də 5x. Aha, bizdən də soruşur ki, digər meyvə ağacları bağdakı ağacların hansı hissəsini təşkil edir? Digər meyvə ağaclarına biz A demişik. Bu 11-də 5x-dir. Yəni, x-in 11-də 5 hissəsini təşkil edirmiş digər meyvə ağacları. Rəqəmsal olaraq da buradan belə görmək olar ki, digər ağaclar, yəni A, 11-də 5x, yəni ağacların 11-də 5 hissəsini təşkil edir. Bizdən soruşur ki, digər meyvə ağacları bağdakı ağacların hansı hissəsini, yəni 11-də 5 hissəsində biz burada ağacımızla dedik ki, 11-də 5 hissəsini təşkil edir. Yəni, bu cəhətdən də yanaşmaq olar. Keçək 63-cü sualımıza. 63-də bizə deyilir ki, ədədlərinin neçəsi düzgün olmayan. Düzgün olmayana nə demişdik? Digər videoda dediyimiz kimi, düzgün olmayan sürət məxrəcdən, baxın, düzgün olmayan sürət məxrəcdən böyük bərabərdir. Məxrəcdən böyük bərabərdir. Yəni, 7-də 3 sürət məxrəcdən kiçikdir. Bu düzgün kəsirdir. Ona görə bunu götürmürük.
Ümumiyyətlə baxın, burada qarışdırmamaq üçün həmişə şey deyin. Düzgün olanlara həmişə plus işarəsi qoyun, düzgün olmayanlara isə minus işarəsi. Baxın, 12-də 12. Mən bunu digər videoda çox aydın şəkildə yanaşmışam ki, buna deməyin ki, bu bir kəsir deyil, rəqəmdir. Xeyr. Əgər sürət məxrəcdən sadəcə böyük yox, böyük bərabər olarsa, bu da düzgün olmayan kəsirdir. Yəni bu düzgün olmayan kəsir sayılır. Ümumiyyətlə kəsir sayılır yəni. Məsələn, 49-35 düzgün olan kəsirdir, çünki sürət məxrəcdən kiçikdir. Baxın, düzgün olan plus işarəsi qoyduq. 50-də 137 düzgün olmayan kəsirdir. 67-də 55 düzgün olan kəsirdir və 223-də 223 düzgün olmayan kəsirdir. Sizdən isə düzgün olmayanları soruşur. O zaman minusları götürürük. 1, 2 və 3 dənə. Yəni 63-cü sualın doğru cavabı olur Y variantı. 3 dənə düzgün olmayan kəsirimiz var. Keç 64-cü suala. Bizə deyilir ki, bu ifadənin qiymətini hesablayın. Gəlin əvvəlcə mörtəzənin içində ortaq məxrəc eləyək 6. 6-yı bölürsüz 2-yə, bura düşür 3, bura düşür 2. 3 dəfə 1, 3 çıxaq. 2 dəfə də 1, 2. Bunun bizdən kvadratı soruşulur. Yəni 6-da 1-in kvadratı soruşulur. Cavabımız eləyir 36-da 1. Yəni 64-cü sualın doğru cavabı olur B variantı. 65-ci suala baxaq. 11 vuraq 45 bölək 75 vuraq 121. Baxın, 11 ilə 121 gedir, qalır aşağıda 11. 45 ilə 75 5-ə gedər, yuxarıda qalar 9, aşağıda qalar 15. Və eyni zamanda yenidən 9-dan 15 3-ə gedər, aşağıda 5, yuxarıda 3. Cavabımız eləyər 55-də 33. Bunları birbaşa 15-ə də aparmaq olardı, nəysə. 55-də 3 üzr istəyirəm. Cavabımız olur 55-də 3, yəni Y variantı 65-ci sualın doğru cavabı. 66-ya baxaq. 66-da bizə deyilir ki, 1A3 bölək 163 düzgün olmayan kəsir olarsa. Baxın, düzgün olmayan kəsirdə nə idi? Sürət məxrəcdən böyük bərabər idi 163-dən. Baxın, uyğun olaraq baxırıq. 1 öz yerində durur. 3 öz yerində durur. O zaman A ilə 6 uyğun olaraq eyni yer olduğu üçün onları müqayisə edirik. Yəni A böyükdür, bərabərdir 6-dan. A-nın ola biləcəyi qiymətlərin cəmini tapın. A 6-dan böyük olmaq nə deməkdir? 6 ola bilər, 7 ola bilər, 8 ola bilər, 9 ola bilər, 10 ola bilər və s. və s. Amma A bir rəqəmin ədədinin içinə daxildirsə, o artıq 2 rəqəmli ola bilməz. Yalnız bir rəqəmli ədəd ola bilər. Ona görə sadəcə bunun ola biləcəyi sadəcə 4 hal var. Bizdən də bunların cəmini soruşurdu. Cavab eləyir, bunları cəmləsəz 30. Yəni 66-cı sualın doğru cavabı olur D variantı. Keç 67-ci sualın izahına. Meyvə bağındakı ağacların yenə də bu eyni misaldır. 12-də 5 hissəsi alma. Bu hansı sualla oxşuyur? 62-ci sualla oxşuyur. 62-də 2 yolla dedik, burada isə 1 yolla deyək. 12-də 5 hissəsi alma. 12-də 1 hissəsi isə armud ağacıdır. Digər meyvə ağacları bağdakı ağacların hansı hissəsini təşkil edir? Yenə də ümumiyə 1 veririk. 12-də 3, birdən də çıxırsınız 12-də 3-ü. Cavabınız eləyir 12-də 9, 3-ə də getsə 4-də 3. Yəni 4-də 3 hissəsini təşkil edir. Və yaxud da digər yolunda x verərək də həll edə bilərsiniz. O əsl rəsmi yoldur, digər yol olan. Bu sadəcə qısa yoldur. Keç 68-ci sualın izahına. Deməli, 0,216 bölək 0,15 toplayaq. 3-də 2 bölək 15-də 4. Baxın, əgər misalda belə bir hal varsa, əvvəlcə vurma varsa vurmanı, bölmə varsa sonra bölməni, toplama varsa toplamanı, çıxma varsa da çıxmanı həll eləməlisiniz. Ardıcıl olaraq, baxın, bu ardıcıllığa riayət eləməlisiniz. Mütləq, yəni deməyin ki, burada birini toplamanı eləyim. Xeyr, hər birinin öz qaydası var. Vurma, bölmə, toplama, çıxma şəklində. İndi baxıram ki, burada vurma yoxdur, o zaman bölməni həll eləyək. Gəlin birinci bunu həll eləyək. Bu nə deməkdir? Kəsirlərin bölünməsində bölünən özü kimi qalır, bölmə işarəsi vurmağa çevrilir və böləni tərsinə çevrilir, yəni 4-də 15 olur. 3 ilə 15 getsə qalar burada 5, 2 ilə 4 getsə qalar burada 2. Yəni cavabımız eləyər 2,5. Bunun qiyməti olur nə? 2,5. Bunu ümumiyyətlə panelə götürək. Bu olur 2,5 və bunun da özünü aralıqda həll eləsək,
0,216 bölək 0,15 deməkdir bu. Buradan 2 sıfır getsə, aşağıda qalsa 15. Buradan da 2 sıfır sürüşsə bura 21,6 olur. Və bunun özü də 3-ə bölünür. Düzdür. Aşağıda qalır 5, yuxarıda qalır 7,2. Bu nə deməkdir? 50-də 72 deməkdir. Yəni bu 100-də 144 deməkdir. Bu da deməkdir ki, 1,44. Yəni bunun da qiyməti 1,44 demək imiş. 1,44 ilə 2,5-i toplasaq, cavabımız alınır nə qədər? 3,94. Yəni 68-ci sualın doğru cavabı olur A variantı. 68-ci sualın doğru cavabı olur A variantı. 69-cu suala keçək. Yenə də bizə burada deyilir ki, birinci boru hovuzun 69-da. Birinci boru hovuzun 16-da 7 hissəsini, ikinci boru isə 16-da 5 hissəsini doldurdu. Hovuzun hansı hissəsi boş qaldı? Baxın, gəlin hovuza verə bilən x. Artıq hamısını rəsmi yol eləyək, qısa yollara qaçmayaq, qısa yolu hamı eləyək. Bizə lazımdır rəsmi yol. Əgər açıq sual kimi düşərsə, ümumiyyətlə həmişə bu cəhətdən yanaşın ki, əgər açıq sual kimi düşsə, nə etməliydim? Hovuza verək bir dənə x. Hovuz x olsa, birinci hovuz 16 7 hissəsini, yəni 16-da 7 x-ini doldurdu. İkinci hovuz isə 16-da 5 hissəsi, yəni 16-da 5 vuraq x-ini doldurdu. Ümumi nə qədər doldu? 16-da 12 x hissəsi doldu. Nə qədəri dolmamış qaldı? Ümumi hovuz x-dir və bunun 16-da 12 x-i dolub. Nə qədər boş qalıb? 16-da 4 x-i, yəni 4-də 1 x-i. Bizə deyir ki, hansı hissəsi boş qaldı? Yəni 4-də 1 hissəsində boş qaldı. 69-cu sualın doğru cavabı olur C variantı. Keçək 70-ci sualımıza. 70-də bizə deyilir ki, oğlun 10 yaşı var və 10 yaşı atasının yaşının 7-2 hissəsinə bərabərdir. Baxın, oğlun yaşı 10-dur və bunun yaşı atanın yaşına deyək. Ata isə x-dir. Atasının yaşının 7-2 hissəsinə bərabərdir. Atanın yaşının 7-2 hissəsi nədir? 7-2 x-dir. 7-2 x bərabərdir 10-a. 2 ilə də 10 getsə qalar burada 5. X də bərabər olur 35-ə. Yəni 70-ci sualın doğru cavabı olur B variantı. Keçək 71-ci suala. 71-də bizə deyilir ki, qızın 12 yaşı var. Onun yaşı anasının yaşını. Baxın, ananın yaşına veririk x. Ananın yaşının 8-3 hissəsinə bərabərdir qızın yaşı. Yəni 12. Buradan 3 ilə 12 getsə qalar burada 4. X də bərabərdir 4 dəfə 8. Yəni x bərabərdir 32-yə. Yəni 71-ci sualın doğru cavabı olur B variantı. 72-ci suala baxaq. 72-də bizə deyilir ki, məxrəci 13 olan ən böyük düzgün kəsirlə ən kiçik düzgün kəsirin asilini tapın. Baxın, ən böyük düzgün kəsir məxrəci 13 olan. Yazırsınız 13. Ən böyük düzgün kəsir nədir? Baxın, ən böyük düzgün kəsir. Məxrəci 13 olan ən böyük düzgün kəsir odur ki, baxın, düzgün kəsir ümumiyyətlə hansılardır? 13 olan. 13-də 1, 13-də 2, 13-də 13, ta ki 13-də 12-yə kimi. Biz də bunları müqayisə etmək üçün bilməliyik ki, məxrəclər eynisə sürəti böyük olan böyükdür, sürəti kiçik olan kiçikdir. Əgər məxrəclər eyni olarsa. Yəni, burada da ən böyük düzgün kəsir sırf elə sürəti çox olan, yəni 13-də 12 kəsirdir. Ən böyük düzgün kəsir. Və ən kiçik düzgün kəsir. Ən kiçik düzgün kəsirdə az öncə qeyd elədiyimiz 13-də 1-dir. Yəni, məxrəclər eynisə sürəti kiçik olan da kiçikdir də. Bu da olur ən kiçik düzgün kəsir. Düzgün kəsir. Bizdən bunların hasili soruşulur. Yəni, 13-də 12-yi vurmalısınız 13-də 1-ə. Cavab eləməlidir 169-da 12. Yəni, cavabımız olur 72-ci sualda Y variantı. Keçək 73-cü suala. Eyni sualdır. 73. Deyilir ki, məxrəci 19 olan ən böyük düzgün kəsir. Məxrəci 19-dursa, baxın, ümumiyyətlə, məxrəci 19 olan kəsirləri sıralasaq, düzgün kəsirləri sıralasaq, bilik ki, düzgün kəsirlərdə sürət məxrəcdən kiçik olmalıdır. 19-da 1, 19-da 2, 19-da 3 və s. Bu da gedir ta ki 19-da 18-ə kimi.
Burada ən böyük düzgün kəsir 19-da 18-dir. Ən kiçik düzgün kəsir isə 19-da 1-dir. Bizdən bunların fərqini soruşur. Yəni 19-da 18-dən çıxmalıyıq 19-da 1-i. Cavabımız eləməlidir 19-da 17. Yəni C variantı olur. Keçək 74-cü suala. Bizə deyilir ki, 3 bölək 11 kəsirini sonsuz dövrlük kəsir şəklində göstərin. Bunun da qaydası odur ki, sürəti məxrəcə bölməlisiniz. Yəni 3-ü bölməlisiniz 11-ə. 0 tam yazırsınız və bura bir dənə 33-ün yanına 0 atırsınız ki, 30-un içindən 11 çıxara bilək. 30 içində 11 2-dir. Yazırsınız 22. 30-dan 22 çıxırsınız, qalır burada 8. Sonra bura bir dənə də 0 atsanız, bura bir dənə 0 atsanız, 80-in içində 11 neçədir, nədir? 7 dənə. Olur 77. Çıxırsınız 30-u. Baxın 3 qaldı. Yeni bir dənə 0 atırsınız. Bax buradan sonra yenə təkrarlanır. Lap göstərək. 30 içində 11. 2 yəni burada da 0 atmalısınız. Prosta vergüldən sonraki 0-a nəzərə alınmır. 2 dənədir 22. Çıxırsınız buradan yenə qalır 8. Bir dənə də 0 atdınız 80. İçində 7 dənədir 7 və s. belə gedir. Yəni bu təkrarlanır. 27 27 olaraq təkrarlanır. Ona görə də bu 0 tam dövrdə 27 adlandırılır kəsr olaraq. Cavabımız da olur 74-cü sualda B variantı. Aha, keçək 75-ci suala. 75-də bizə deyilir ki, yenə də eyni tipdə sualdır. 16 bölək 45 kəsirini sonsuz dövrlük kəsir şəklində göstərin. Yəni, yenə də sürəti məxrəcə bölməliyik. 45-ə bölməliyik. Bir dənə 0 atırıq və bu 0 tam olur. 160 içində 45, 3 dənədir. 135 yazırsınız. 160-dan 135 çıxanda qalır burada 25. 25-in içində 45 olmadığı üçün bir dənə 0 atdıq. Deməli, 250-nin içində 45 neçədir, nədir? Düşünək. 5 dənədir də, çünki 225 eləyir. Sonra 250-dən 225 çıxanda 25, yenə bir dənə 0 atdınız, yenə 5. 0 təzədən 5 dəfə 45. 225. Sonra bir dənə də 25 qaldı. Sonra bir dənə də 5 atasınız və s. və s. və s. Burada ucu artmaya baxılır dövr. 0,3 dövrdə nə olur? 5 olur. Çünki 5 artır. 5 sonsuz saydası. Nə sonsuz saydası onu mötərizənin içinə atmalısınız. Cavabımız eləyir 0,3 dövrdə 5. Yəni olur Y variantı. Keçək 76-cı sualımıza. 76-da bizə deyilir ki, ümumiyyətlə, burada az öncə qaydada göstərdiyimiz qaydaya əsasən həll edirik bunu. Hanı buradadır. Əvvəlcə vurma varsa vurma. Baxın, vurma varmı? Bəli. Birinci bu vurmanı həll edirik. Nədir vurmamız? 4,2-də 1 vuraq 9-da 8. Bunları hesablamaq üçün düzgün olmayana gətirmək lazımdır. Yəni, bunu 2-də 9, vuraq 9-da 8 şəklində yazmalıyıq. 9-lar geçsə, bunlar geçsə cavabımız qalar burada 4. Və biz sonra da bu bölməni həll eləməliyik. Yəni 3-də 16 bölək 3-də 32. Burada da bölünən özü kimi qalır. Vuraq olur, bölən tərsinə çevrilir. Bu bir qaydadır. Burada cavabımız alınır 0,5. Ondan sonra çıxağa keçmək olar. Burada da çıxaq şərsi var idi. Yazırsınız. 4 çıxaq 0,5. Cavabımız olur nə? 3,5. Yəni 76-cı sualın doğru cavabı olur B variantı. Keçək 77-ci suala. 77 bizə nə deyilir? Bu çox böyükdür. Deyir ki, A-nın hansı natural qiymətində 4 bölək A plus 2 kəsir düzgün olmayan kəsirdir. Yəni, sürət məxrəcdən böyük bərabərdir. Yəni, 4 böyük bərabərdir məxrəc, yəni A plus 2-dən. 2 də böyük bərabərdir o zaman A-dan. Bərabərin əksinə keçərsə. Yəni, A kiçik bərabərdir 2-dən. Bu nə deməkdir? A 0 ola bilər, 1 ola bilər və 2 ola bilər. Bizdən isə bunun natural qiymətlərini soruşur. Yəni, A 0 ola bilməz. 0 natural deyil. Yalnız 1 və 2 ola bilər. 77-ci sualın doğru cavabı olur B variantı. Keçək 78-ci suala. 78-də bizə deyilir ki, yenə də vurmada adicə hamısını düzgün olmayan kəsirə gətirirsiniz. Düzgün olanları da saxlayırsınız yerində. Məsələn, 25-də 6 qalsın burada. Vuraq. 3,4-də 3 nə deməkdir? 4-də 12 necə də baxı tapırdıq bunun? Məxrəc özü kimi qalırdı. A tam B-də C kəsirini düzgün olmayan çevirmək üçün B-də C yazmaq lazımdır. Düzgün olmayan çevirməkdən ötürü. Yəni 4-də 4 dəfə 3 12, 12-nin üstə 3 15. Vuraq 9-da 8-də orada yazılmışdı onsuz.
Deməli, 4 ilə 8 getsə qalar burada 2. 15 ilə 25 5-ə getsə burada 3, burada 5. 3 ilə 9 getsə qalar burada 3. 3 ilə 6 getsə qalar burada 2. Cavabımız olar 5-də 4. Yəni 78-ci sualın doğru cavabı olur B variantı. Keçək 79-cu suala. Ədədlərindən ən böyüyü hansıdır? Baxın, hamısını altıda düzürsüz asan yol üçün. Birinci A variantını yazdım. Sonra B variantını yazdım. Sonra 693 variantını yazdım. 67 və 0,732. Deməli uşaqlar, əvvəlcə vergüldən sonra ilk ədədləri sıralayırsınız. Buradan baxmalısınız ucu hansı böyükdə, hansı ən kiçik. Sizin ən böyük soruşursa, balacaları çıxmalısınız. Yəni 6 olanlara çıxdınız. 7 çünki 6-dan böyükdür. Sonra keçirsiniz ikinci dərgəyə baxmağa. Ki görürsünüz ki bu 0-dır. Digərləri 3-dür. Ona görə bu 0 az olduğu üçün bunu da variantdan çıxdıq. Ucu keçirik 3-cü sıralamağa. Baxın, sadəcə bu ilə bu qalıb əlimizdə. Ümumiyyətlə, vergüldən sonra heç nə yoxdursa, burada 0 yazmaq lazımdır. Çünki 0 yazmasaz belə orada var. O demək deyil ki, yoxdur. Üçüncü ədədə baxırsınız ki, burada 0-dır, burada isə 2-dir. Yəni 2 olan əlbəttə ki, daha böyükdür. Sizin ən böyük soruşurdu. Cavabımız eləyir 0,732. Yəni olur C variantı. 79 sualın doğru cavabı. Keçək 80-ci sualımıza. 80-də bizə deyilir ki, 48 ədədinin 8-də 7 hissəsini tapın. Yəni biz ədədin hissəsini tapanda dediyimiz kimi vururduq. 48-i vurmalıyıq 8-də 7-yə. Bunlar gedər qalar burada 6. 6 dəfədə 7 alınar. Cavabımız 42. Yəni 80-ci sualın doğru cavabı olur D variantı. 81-ci suala baxaq. 81-də bizə deyilir ki, A rakamının hansı natural qiymətində 7A plus 8 bölək 21 kəsir düzgün kəsir olar. Düzgün kəsir olmaq üçün sürət məxrəcdən kiçik olmalıdır. Bu deməkdir ki, 7A plus 8 sürəti 21-dən kiçik olmalıdır. 7A kiçik olmalıdır, 21 çıxaq 8-dən. Bu deməkdir ki, 10 3-dən kiçik olmalıdır, A da kiçik olmalıdır, 1,7-də 6-dan. A-nın hansı natural qiyməti deyirsiniz? Yalnız 1. Çünki 1,7 6-dan kiçik sadəcə 1 var. 0 var, 1 var, 0-da natural deyil. Ona görə A-mız yalnız ola bilər 1. Olur 81 sualın doğru cavabı Y variantı. Keçək 82-ci sualımıza. 82-də bizə deyilir ki, abituriyentlərin qruplar üzrə sənəd vermələri diaqramına əsasən ikinci qrupa bütün abituriyentlərin hansı hissəsinin sənəd verdiyini hesablayın. Baxın, çox rahat şəkildə. Burada biraz bilməlisiniz ki, burada tam bucaq anlayışı var. Hər şey bu yumru gördüyünüz hamısının cəmi 360 dərəcə olmalıdır. Həndisədə keçərsiniz bunu inşallah. Yəni buradakı 2x ikinci hissənin bucağı nədirsə x-dırsa, buradakı bu x-la digər bucaqların cəmi, yəni 90-ın, 80-in və 100-ün cəmi olmalıdır 360 dərəcə. Buradakı x-i tapaq. X-imiz 360. X-imizi buradan tapırıq ki, 90 dərəcədir. Yəni bu ikinci hissə x-i 90 dərəcədir. Ümumi hissənin hansı hissəsini təşkil edir? Bunu əvvəlki videoda da qeyd etmişdim ki, aşağı həmişə maksimumu yazırsınız, yuxarı hissəni yazırsınız hissəsini taparkən. Nümunələrdə vermişdik ki, boyama, məsələn, kvadın hansı hissəsi boyanıqlıdır və yaxud orada sutka məsələsi var idi, oradan da göstərmək olar. Ümumi hamısı 360-dır. Bizdən soruşulan ikinci qrup olanda 90 dərəcəni əhatə edir. Cavabımız olur 4-də 1 hissəsini. Yəni 82-ci sualın doğru cavabı olur D variantı. 83-cü sualda da o cəhətdən yanaşmaq olar. Mənə elə gəlir ki, bu yol daha rahatdır, nəinki digər yollar. Yəni də burada dördüncünün bucağına gedərsə onu tapaq. X-la digər bucaqların cəmi eləməlidir 360 dərəcə. Yəni 360-a bərabər eləsəz, x-i buradan taparsınız 60 dərəcə. Yəni bu x burada 60-a bərabərdir. Sizə elə həmin bu x-i soruşur, dördüncü qrupu soruşursa aşağı maksimumu yazırıq həmişə, yəni 360-ı. Yuxarıda soruşulan, yəni dördüncü qrup olan 60-ı yazırsınız. Bunlar da ixtisar yaparsaz, cavabımız qalar 6-da 1. Yəni 80-ci sualın doğru cavabı olar B variantı. Keçək 84-cü suala. Deməli, qaydamız nə idi? Birincisi, vurma varsa vurma. İkincisi, bölmə varsa bölmə. Üçüncüsü, toplama varsa toplama. Dördüncüsü isə çıxma varsa
çıxma qoymaq lazımdır. Mən istəyirəm ki, bu qaydaları hər bir sualda hazır şəkildə göstərim. Ona görə yəqin ki, artıq bir dənə də slayd açaram. Hər dəfə qaydaları dedikcə ora yazaram və artıq oradan göstərərəm. Həm də daha aydın olur şəkildə. Tamam. Deməli, 84-cü suala yenidən baxaq. Baxın, əvvəlcə vurma varsa vurma, sonra bölmə varsa bölmə, sonra toplama varsa toplama, sonra isə çıxma varsa çıxma eləməlisiniz. Yəni, burada bunu göstərim sizə. Burada əvvəlcə nəyi həll eləməliyik? Əvvəlcə sürətə həll eləyək. Sürətdə vurma yoxdur, bölmə var. Əvvəlcə bu bölməni həll eləmək lazımdır. Nə deyir? 2 tam 4-də 3 böləyi 1 tam onda 1. Hamısını adi kəsrə çevirək. Bu 1 tam onda 1, onda 1 deməkdir də. Yəni onda 11 yazılır. Ümumiyyətlə üzr istəyirəm. Bunu düzgün olmayan kəsrə çevirsək, normal qaydada 4-də 11. Bölünən qalır öz yerində. Bölmə işarəsi vurağa çevrilir və bölən tərsinə çevrilir. 11-də 10. Bunlar da ixtisar geçsə, burada qalır 2, burada qalır 5. Cavabımız olur 2-də 5. Bu da deməkdir ki, 2,5. Yəni, bunun qiyməti 2,5-dir. Bu 2,5 ilə 3,1 toplamalısınız. O zaman bunu da əslində 2,2-də 1 şəklində yazmaq daha düzgün olardı. Elə həmin o 2-də 5 ilə, yəni 2,2-də 5 ilə də 3,3-də 1-i, yəni 3-də 10-u toplasanız, 2-də 5-i 6-da ortaq məxrəclə hesab bunların hər ikisini. Burada qalar 3, burada qalar 2. Yəni 3 dəfə də 5, 15, 2 dəfə də 10, 20. Cavabımız elir 6-da 35. Yəni bu yuxarının qiyməti yekun olaraq oldu 6-da 35. İndi isə keçək məxrəcin yazılışına. Məxrəcdə isə, baxın, vurma varsa vurma demişdik. Vurma var. 0,4, yəni 10-da 4 şəklində yazaq. Bunu vuraq 3,3-də 1-ə, yəni 3-də 10-a düzgün olmayan çevirsək. Bu 10-lar geçsə qalar burada 3-də 4. Baxın, buranın qiyməti 3-də 4-ə bərabərdir. 2,5 də 2-də 5 deməkdir. 2-də 5-dən çıxırıq 3-də 4-ü. Ortaq məxrəc eləsək 6-ya, bura 3, bura 2 düşür. 15-dən də çıxırıq 8-i. 6-da nə qədər eləyir? 7. Ən çətin məsələ oraydı. Yəni, bunun cavabı olur, ümumiyyətlə məxrəcin cavabı 6-da 7. İndi isə bizim yekun həllimiz, bax, sürətini də hesabladıq. Sürətimiz nə qədər oldu? 6-da 35. Məxrəcimiz nə qədər oldu? 6-da 7. Bunu bölürük 5-də 1-ə. Yəni, o deməkdir ki, vururuq 5-ə. Bölməni artıq bilirik əvvəlki videodan da. Baxın, bu 6-lar gedir. 7-dən 35 gedəndə qalır burada 5. 5 dəfə də 5 eləməlidir 25. Yəni, 84-cü sualın doğru cavabı olur 25, yəni Y variantı. Keçək 85-ci suala. 85-də bizə deyilir ki, bir fəhlə işi 8 saata, bir fəhlə işi 8 saata, digər isə həmin işi 6 saata yerinə yetirir. Onlar birlikdə 3 saat işləsələr, işin hansı hissəsi görülməmiş qalar? Bizim bu şərtdən başa düşməli olduğumuz şey odur ki, əgər birinci fəhlə, yəni bir fəhlə bir işi tamamilə 8 saata görürsə, o onda tənasüb kimdə görə bilərsiniz? Əgər görə bilmirsinizsə, fəhlə əgər 8 saata bir işi görürsə, onda 1 saata x işi görər. Çarpaz vursaz nə olar? 8x bərabər 1, x də bərabərdir 8-ə 1. Bu deməkdir ki, bu fəhlə 1 saata 8-də 1 iş görər. Eyni prinsiplə baxsanız, əgər bir fəhlə 6 saata bir işi görürsə, görürsünüz, burada işi deyir. 6 saata bir işi görürsə, 1 saata x işi. Yəni, orada cavabımız çıxar ki, 1/6 görər. 1 saata işin 6-da 1 hissəsini görər. Aha. İndi bizə deyilir ki, mən indi, ümumiyyətlə deyilmir. Biz özümüz bilməliyik ki, 1 saata birinci fəhlə 8-də 1 işi görsə, digər fəhlə də 6-da 1 işi görsə, 1 saata işin bu qədər hissəsi artıq görülmüş olar. Amma bunlar bizə 3 saat deyir. Ona görə də bu 1 saatı, yəni 1 saata görülən işi vurmalıyıq 3-ə. Ki, görək 3 saata nə qədər iş görüldü. Bu deməkdir ki, bunlar ortaq məxrəc eləsə 24-ə, 24-ü bölürsünüz 8-ə yazırsınız 3, 24-ü bölürsünüz 6-ya yazırsınız 4. Bunları toplasaz 7. Bunu da vurursunuz 3-ə. 8, 8-ə 7. Bu deməkdir ki, bu fəhlələr 3 saata işin 8-də 7 hissəsini görür. Bizə deyir ki, işin hansı hissəsi görülməmiş qalar. İşdə 1-dir.
Onun 1 olma səbəbində keçən videoda dedim ki, səbəbi odur ki, o artıq düzgün olmayan kəsir kimi yanaşırsınız. Yəni 8-ə 8 kimi yanaşırsınız. İlk 8-ə 8-dirsə, yəni 1-dirsə, əgər 8-ə 7 səsi görülmüşdürsə, 8-ə 1 səsi də görülməmiş qalmışdır. Ona görə də bu sualın doğru cavabı olur A variantı. Keçək 86-cı sualımıza. Bir saniyə. Aha, keçək 86-cı sualımıza. 86 bizə deyilir ki, kəsirlərdən hansının sürətinə 21, məxrəcinə isə 35 əlavə etdikdə onun qiyməti dəyişməz. Yoxlayaq. 2-də 1 kəsirinin sürətinə 21, məxrəcinə isə 35 əlavə etsək, cavabımız alınar 37-də 22. Bunun qiyməti dəyişdi. Baxın, 2-də 1 idi, oldu 22 bölü 37. Dəyişdi qiymət. B variantına baxsaq. 3-də 4 kəsirinin sürətinə də sürətinə 21, məxrəcinə isə 35 əlavə eləsək. Aşağıda qalar 38, yuxarıda qalar 25. Yenə dəyişdi. Əvvəl 3-də 4 idi, sonra oldu 38-də 25. Sonra 6-da 5-dir. Sürətinə 21 əlavə edirik. Məxrəcinə isə 35 əlavə edirik. Aşağıda qalır 41, yuxarıda qalır 26. Yenə dəyişdi. 6-da 5-dən gəldi oldu 41-də 26. D variantında 3-də 5 kəsirində sürətinə 21, məxrəcinə isə 35 əlavə eləsəz. Aşağıda qalır 38, yuxarıda qalır 26. İxtisar yaparsaz, görərsiniz ki 13 bölü 19. Yenə 3-də 5-dən gələr 13-ə. Yenə dəyişdi. Qalır cavabımız Y variantı. Yəni 5-də 3 kəsirində sürətinə 21, məxrəcinə isə 35 əlavə eləsəz. Cavabımız alınır 40-da 24. Bunları da biz 8-ə ixtisar yaparsaq, yuxarıda qalar 3, aşağıda qalar 5. Baxın, əvvəldə 5-də 3 idi, sonra da 5-də 3 oldu. Bu deməkdir ki, bu kəsirin qiyməti dəyişməz. Cavabımız 5-də 3. Uşaqlar, və yaxud da bunu variant yoxlamadan da eləmək olar. 86 ikinci yol. Kəsirimiz məsəl üçün A bölü B kəsiri olsa, bizə deyir ki, bu kəsirin sürətinə 21, məxrəcinə isə 35 əlavə etsək, bu kəsirin qiyməti dəyişməsin. Yəni, yenidən A bölü B olsun. Bu kəsiri, ümumiyyətlə, bu tənasübü çarpaz vursaq, yəni B vuraq, A plus 21, o zaman bərabər olar A vuraq B plus 35-ə. Çarpaz vurub atsaq, AB üstə gələk 21B bərabərdir AB üstə gələk 35-ə. Buradakı AB-lər də getsə, 21B bərabər olar 35A-ya. Bunları 7 yaparsaq, 3B bərabər olar 5A-ya. Buradan B-imizə 5x, A-mıza isə 3x verə bilərik. Kəsirimiz ən başda nə idi? A böl B idi. Yəni, A böl B-nin də A-nın yerinə 3x, B-nin yerinə 5x yazarıq. Alarıq cavabımız 5-də 3. Yenə də olar Y variantı. Keçək 87-ci suala. Yenə də 87 sualı hər iki yolun ikisindən də eləyək. Birinci yolumuz rəsmi qaydada tapsaq, yəni də kəsirimiz A böl B olarsa, həm sürətinə 8 əlavə eləsək və məxrəcini isə 12 əlavə eləsək, kəsirin qiymətinin dəyişməməsi üçün yəni də A böl B-yə bərabər olması lazım. Bunu çarpaz vurub açsaq, yəni A üstə gələk 8 vuraq B bərabərdir B plus 12 vuraq A. Vurub açaq bunu. AB üstə gələk 8B bərabərdir AB üstə gələk 12A. AB-lər getsə 8B-miz bərabərdir 12A-ya. Hər biri 4-ə getsə 2B-miz bərabərdir 3A-ya. Buradan alarıq ki, B-miz 3x-dir, A-mız isə 2x-dir. Kəsirimiz də A böl B olduğu üçün A-nın yerinə 2x, B-nin yerinə 3x yazsaq, cavabımız olar 3-də 2, yəni B variantı. İkinci yol olaraq da bunu buradan alaq öz yolunun yanına. İkinci yol olaraq onu göstərmək olar ki, ikinci yol variantdan yoxlamaq. Məsələn, A variantında 2-də 3-dür. Sürətinə 8, məxrəcinə isə 12 əlavə eləsək, cavabımız alınır 14-də 11 dəyişdi qiymət. 2-də 3-dən 14-də 11-ə. B variantında 3-də 2.
Sürətinə 8, məxrəcinə 12 əlavə eləsəz, aşağıda qalar 15, yuxarıda qalar 10. Yenidən bunlar 5-ə ixtisar gedə bilər. 5-ə ixtisar yaparsaz, yuxarıda qalar 2, aşağıda qalar 3. Həqiqətən də əvvəl üçdə 2 idi, sonra da üçdə 2 oldu. Yəni bu kəsrin qiyməti dəyişmədi. Digərlərini də yoxlayaq, artıq yoxlayırıq. 4-də 3-ün sürətinə 8, məxrəcinə 12 əlavə eləsəz, 16-da 11. Kəsrin qiyməti dəyişdi. 6-da 5 kəsrini sürətinə 8, məxrəcinə 12 əlavə etsəz, 18-də 13. Kəsrin qiyməti dəyişdi. Y variantında isə 3-də 4-ün sürətinə 8, məxrəcinə 12 əlavə eləsəz, 15-də 12 alarsınız. Bunu da 3-ə ixtisar yaparsınız. Yuxarıda qalar 4, aşağıda qalar 5. Yəni 3-də 4-dən gələr 5-də 4-ə. Ona görə bu kəsrin qiyməti yenə də dəyişər. Yəni hər iki halda cavabımız olur B variantı. Keçək 88-ci sualımızın izahına. 88-də yenə də vurma varsa vurma, bölmə varsa bölmə, toplama varsa toplama, çıxma varsa çıxma üsulundan istifadə edirik. Yəni ardıcıl olaraq. Vurma var hər birində. Ümumiyyətlə gəlin misalı bura köçürək. 9 tam 7-də 5. Hamısını düzgün olmayan çevirək bu arada köçürəndə. 9 tam 7-də 5 məxrəc özü kimi qalır. Sürətə isə məxrəclə tamı vurub üstə sürətə gəlirik. Yəni 9 dəfə 7 63, üstə 5 gəlirik 68. Bunu vururuq. 1 tam 7-də 1 məxrəc özü kimi qalır. Sürəti isə məxrəcə tamı vururuq. 7 dəfə 1 7, üstə də 1 gəlirik. Buradakı cavab eləyir 8. Toplayaq. Bunları da keçirək eyni qaydada. Məxrəc özü kimi qalır. Sürət tapmaq üçün isə məxrəclə tam vururuq, üstə də sürəti gəlirik. Yəni 7 dəfə 8, 7 dəfə 4, 28, üstəki gəlirik 30. Bunu vururuq, 1 tam 7-də 1. Məxrəc özü kimi qalır. Məxrəclə tamı vurub üstə 1-i gəlirik. Yəni 7-də 8 olur. Hər birində aralıqda vurmaları həll eləsək, yəni buradakı vurma nədir? Aşağı yazırıq 49, yuxarıda yazırıq 68 vuraq 8. Buranın vurmasını həll eləsək, aşağıda yazırıq 49, məxrəclər vurub məxrəcə yazdıq, sürətlər yazıbsa, vurub isə sürətə yazırıq. Yəni 30 vuraq 8. Aşağıda isə toplama işarəsi var. Bunları ortaq məxrəcə gətirsək. Aşağıda yazırıq 49. Yuxarıda isə hər birindən, bu demək ki 68 vuraq 8, plus 30 vuraq 8. Yenə də aşağıda yazırıq 49. Yuxarıda isə hər birindən 8 ortaq vuruq çıxarırıq. Qalır burada 68. Burada isə qalır 30. Yəni 8 vuraq 98. Aşağıda da yazırıq ki 39. 39 ilə 98 gedirmi? İxtisar. Düşünək. 39 ilə 98 ixtisar gedirmi? 39 ilə 98 ixtisar getmir. Çünki biz burada 39 yox, 49 yazmalıyıq. Buradan bura köçürəndə səhv köçürmüşük. Bu da 49-dur. 98 də 49-a bölünür. Cavab düşür 2. 8 dəfə də 2, 16. Yəni bu misalın doğru cavabı olur 16 B variantı. Keçək 89-cu suala. 89-da bizə deyilir ki, ABC müsbət ədədlər üçün A böyükdür B-dən, o da böyükdür C-dən olarsa, A-da 1, B-də 1 və C-də 1 ədədlərini müqayisə eləyin. Mən bunun yolunu əvvəlki videoda demişdim. Sadəcə olaraq yenə də deyək. Yenə də burada 2 yoldan istifadə edək. Birinci yolumuz qayda yolu. Qayda. Baxın, bizə deyilir ki, müqayisə eləyin nəyi? 1 bölək A-nı, 1 bölək B-ni və 1 bölək C-ni müqayisə eləyin. Baxın, yəni sürətləri eyni olan kəsrləri müqayisə eləməyimiz bizdən soruşulur. Baxın, qaydamız odur ki, əgər kəsirlərin sürətləri bərabərdirsə, məxrəci böyük olan kiçik, məxrəci kiçik olan isə böyükdür. Bu nə deməkdir? Biz bu kəsirləri müqayisə edərkən bu qaydadan istifadə eləməliyik. Nə qədər qırmızı və qara oldu? Başqa rəngdən istifadə eləyək. Görəkdən. Bu nə deməkdir? Əgər biz bir kəsri, biz həmişə öyrəşmişik nə? Ortaq məxrəclərə ki, məsələn, 4-də 3 ilə 4-də 2 müqayisə etsək, məxrəc özü kimi qalır. Sürəti böyük olan böyükdür, sürəti kiçik olan kiçikdir. Yəni, burada 4-də 3 böyükdür demişik. Sürətləri eyni olanda isə məxrəci kiçik olan böyük olmalıdır. Yəni, məsəl üçün, 4-də 1 və 5-də 1 kəsir verilsə, baxıram ki, sürətlər eynidir. Hansının məxrəci kiçikdirsə, o daha böyükdür qayda olaraq. Yəni, 4 daha kiçikdirsə 5-dən məxrəc olaraq, onda 4-də 1, 5-də 1-dən böyük olmalıdır. Eyni qaydada. Əgər
A böyükdür B-dən kiçik hissədirsə, burada ən böyük məxrəc A sayılır. Onda ən kiçik kəsirin özü A-dır 1-dir. Çünki məxrəci böyük olan kiçikdir. Məxrəci kiçik olan isə ən kiçiyi də C-dir də, onda o da böyükdür. Məxrəci kiçik olan kəsir isə böyükdür. Vəssalam, A-da 1. Kiçikdir B-də 1-dən, o da kiçikdir C-də 1-dən. Yəni 89-un sualının doğru cavabı olur C variantı. Amma bunu başqa yolla da izah eləmək olar. Yəni yerinə ədəd qoymaqla izah eləmək olar ikinci yolumuzu. Birinci yolumuz qalsın burada ekranda. İkinci yolumuza baxaq. Bizə deyilib ki, A böyükdür B-dən, o da böyükdür C-dən. Yəni biz A-ya məsələn atıram 4 versək, lap A4 olmasın, da cüt olsun ki, müqayisə eləmək rahat olsun. Məsələn, C-yə 2, B-yə 4, A-ya da 8 versək. A 8 olsa, B 4 olsa, C də 2 olsa, o zaman bizim A-da bir kəsirimiz olar 8-də 1. Bunu rahat göstərmək üçün bir saniyə buranı biraz kiçildək. Aha. İkinci qayda, ikinci yol. A-mız 8-də 1, B-də 1-imiz 4-də 1, C-də 1 kəsirimiz isə 2-də 1-dir. Hamısını ortaq məxrəc eləsəm, bu 8-də 1 qalar öz yerində. Bunu 8-ə gətirsək, 8-də elə bil 2 dəfə artırsa, yuxarıda 2 dəfə artır 8-də 2. Bunu da 8-də eləmək üçün yuxarıda aşağıda 4 dəfə artmalıdır. Bu nə deməkdir? Məxrəclər eynidir. A-mız 8-də 1-dir. B-miz 8-də 2-dir. Bu A-dır, bu B-dir. Daha doğrusu bu A-da 1-dir. Bu B-də 1-dir. C-də 1-imiz isə 8-də 4-dür. Baxın, məxrəcin yerində isə sürəti böyük olan böyükdür. Adi qayda bu hamımızın bildiyimiz bərabərsizlikdir. Bu da onun kimi idi əslində, rahat idi. Sadəcə bir digərinin tərsidir. Ona görə də A-da 1 kiçikdir B-də 1-dən, o da kiçikdir C-də 1-dən. İkinci yalanda bunu isbat eləmiş olduq. Yəni burada başqa ədədlər də verə bilərdi. İstənilən ədəd 1000, birinə siz 10 verin, birinə 100 verin, birinə 1000 verin. Yenə də alınır. Sadəcə olaraq bir-birinə uyğun ədədlər verin ki, hesablamaq sizin üçün çətin olmasın. Bu deməkdir ki, 89-da cavab olur C variantı. Keçək 90-cı suala. Eynidir. 90-cı sualda. Bunu da iki yolla izah edək. Birinci yolumuz yenə qayda. Birinci yolumuz qayda. Yenə də əgər A kiçikdir B, kiçikdir C olarsa 1 bölək B, 1 bölək A, 1 bölək B, 1 bölək C kəsirlərinin müqayisəsi soruşulursa, yenə də bu yazdığım qaydadan istifadə etməliyik. Əgər kəsirlərin sürətləri bərabərdirsə, məxrəci böyük olan kiçik, məxrəci kiçik olan böyükdür. Yəni, eyni. Hansının məxrəci kiçikdir? A. Ən kiçik məxrəcli olan A-dır da. Bunun məxrəci A-dır. A da ən kiçik ədəddir. Ona görə də A-da bir ən böyük kəsirdir. B ortadadır. Hansının məxrəci ən böyükdür? C-nin. Yəni C ən böyükdür. O zaman C-də bir kəsir ən kiçikdir. Bu deməkdir ki, A-da bir kiçikdir B-də 1-dən. O da kiçikdir C-də 1-dən. 90 sualının doğru cavabı olur C variantı. Və yaxud da bunu digər yolla da izah eləsək. İkinci yolla izah eləsək. Yenə də ədəd versək. A-ya məsələn bu səfər 10 versək, B-yə 100 versək, C-yə də 1000 versək. Məsələn, atıram da. Yəni bunu istədiyiniz ədəd verə bilərsiniz. Yetər ki, C böyük olsun B-dən, o da böyükdür A-dan. Məsəl üçün A olsun 10, B olsun 100, C də olsun 1000. O zaman A-da bir kəsirimiz olur 10-da 1, B-də bir kəsirimiz olur 100-də 1, C-də bir kəsirimiz isə olur 1000-də 1. Aha. O zaman biz bunları müqayisə etmək üçün hər birini 1000-ə gətirək. Yəni A-da bir kəsirimiz olsun. Görsənsin yolların hər ikisi ekranda. A-da bir kəsiri 1000-ə gətirsək, olar bunun cavabı 1000-də 2 0 artır yuxarıda 100. Bu 1000-də 1 0 artır yuxarı 10. Bu isə zaten 1000-də 1 deməkdir. Hamısının məxrəcləri eynisə, sürəti böyük olan böyük, sürəti kiçik olan isə kiçikdir. Yəni ən böyüyümüz A-dır. Çünki sürət 100-dür. A, yəni A-da bir kəsir, üzr istəyirəm, A-da bir böyükdür. Ortada olan B-də bir kəsirdir, 10-dur. Ən kiçik isə 1000-də 1, yəni sürəti ən kiçik olandır, yəni C-də 1-dir. Yəni də cavabımız gəlir, eyni yollarımız gəlir, eyni cavaba çıxır. 90 sualın izahı bundan ibarət idi. Keçək 91-ci sualın izahına. 91-də bizə deyilir ki, 0,54 ədədinin 27-də 1 hissəsinin 0,54 ədədinin
ümumiyyətlə hissəsini tapanda vurmaq lazımdır. Yəni bunu vurmalıyıq 27-də 1-ə. Bunu kəsrə çevirsəz, bu %54 deməkdir. Vuraq 27-də 1. Gedər 2 ixtisar, cavabımız qalar %2. Cavabımız qalar %2. Aha. Ədədinin üzərinə, bu %2 nə deməkdir? 0,2 yazılır da rəsmi olaraq, yəni onluq olaraq. Üzərinə 2,98 əlavə etdikdə alınan ədəd tapın. Cavab 3. Bunlar toplayanda cavabımız çıxır 3. Yəni 91 sualın doğru cavabı olur Y variantı. Keçək 92-ci sualın izahına. 92-də də eyni. 0,172, yəni %72 ədədinin 12-də 1 hissəsinin, 12-də 1 hissəsi var burada. Cavab burada qalır 6, yəni %6. %6-nın üzərinə. Bu nədir? Bu arada 0,06 yazılır. 0,6 şəklində, onluq kəsr şəklində. Bu 0,6-nın üzərinə 2,94 əlavə etdikdə cavabımız yenə də çıxır 3. Yəni yenə də 92 sualın doğru cavabı olur Y variantı. Keçək 93-cü suala. Kəsr ədədlərinin ən böyüyü ilə ən kiçiyin hasilinin 16 mislini tapın. Baxın, məxrəclər hamısı 2-nin ədədləridir, 2-nin üstləridir. Ona görə də bunları ortaq məxrəc eləmək lazımdır. 2-də 1-i yazarıq 16-da 8 şəklində. Ortaq məxrəc eləyirik hamısını. Bunu 16-da, yəni 8-də 5-i. Hətta belə yazmayaq, qarışmasın. Əvvəlcə bunu bura köçürək. Əvvəlcə buradakıların hamısını bura köçürək. Göstərdiyim kimi. Tamam, buradadılar. 93. Baxın, bu 2-də 1 kəsri, 2-də 1 kəsri 16 ilə sək məxrəcini 16-da 8 demək. Çünki həm yuxarısını, həm aşağısını 8-ə vururuq. Bu 16 ilə gətirsəz 16-da 10 deməkdir. Çünki aşağısını da yuxarısını da 2-yə vurmalısınız ki, məxrəc 16 olsun. 4-də 3 kəsirini 16-da 12 şəklində yazırsınız, ortaq məxrəc. Bu da 16-da 4 şəklində. Çünki məxrəci 4-ə vurmalısınız, qiymət dəyişməsin deyə sürət də vurmalısınız. Və bunun özü də 16-da 11. Məxrəclər eynisə müqayisə eləmək asandır. Normal qaydada sürəti kiçik olan kiçikdir, sürəti böyük olan böyükdür. Bunların ən böyüyü ilə ən kiçiyi hansıdır? Ən böyük məxrəcə eynidirsə, sürəti böyük olan böyükdür. Yəni ən böyük 16-da 12-dir. Ən böyük. Ən kiçiyi isə 16-da 4-dür. Sürəti ən kiçik olan. Ən kiçik. Bunların hasilinin 16 misli soruşulur bizdən. Yəni 16-da 12 ilə 16-da 4-ün hasilinin 16 misli soruşulur. Yəni bunu da bir də 16-ya vurmaq lazımdır. Və salam, buradan hesablayaq. 4 ilə 16 keçsə qalar burada 4, 4 ilə 12 keçsə yuxarıda qalar 3. Cavabımız eləyir 3. Yəni olur A variantı. 93 sualın cavabı. Keçək 94-cü sualın izahına. 94-də. Bizə deyilir ki, ifadələrin qiymətini hesablayın. Hər birini ayrı-ayrılıqda hesablayıb toplayaq. Yəni bunu da ayrı-ayrılıqda hesablayaq, bunu da ayrı-ayrılıqda hesablayaq və alınan cavabları toplayaq. Əvvəlcə bu birincini hesablasaq, 6 tam 64,9 çıxaq 5 tam 32-də 7. Ortaq məxrəc eləsək, tamlara dəymədən 6 tam 64,9 qalsın, çıxaq. Bunun məxrəci 64 eləyək. Yəni 5 tam 64-də, 64 eləmək üçün 2-yə vurdumsa, yuxarını da 2-yə vurmalıyam. Yəni 9 dəfə 2, 14. Bu deməkdir ki, 1 tam, tamlar çıxıldı, məxrəc özü kimi qalır. Çıxanda sürətlər isə çıxılır. Yəni 19 çıxaq 14, 5 qalır. 1 tam 64-də 5-dir bunun cavabı. 1 tam 64-də 5. İndi isə bunu hesablayaq. Yəni, sərgəsiz olursa üzrü sayın. 3 tam 32-də 5 ilə 2 tam 16-da 1-i toplayaq. Ortaq məxrəc eləsək, 3 tam 32-də 5 qalar öz yerində. Bu isə 2 tam 32-də 2 deməkdir. Çünki bunu da 2-yə vurursunuz. Cavabımız eləyir 5 tam 32-də 7. Bunun da öz qiyməti 5 tam 32-də 7-dir. Yekun olaraq nə etməliyik? Bu 1 tam 64-də 5 ilə, yəni bunun cavabı ilə 5 tam 32-də 7, yəni bunun cavabını toplamalıyıq buradakı işarəyə görə. Bunları da toplasaq, yəni ortaq məxrəc eləsək, 1 tam 64-də 5 ilə 5 tam 64-də 14 ortaq məxrəc eləyəcək. Cavabımız eləyir 6 tam 64-də 19. Yəni cavabımız nə qədər eləyir? Y variantı eləyir. Cavabımız 94-cü sualın doğru cavabı olur Y variantı. Keçək 95-ci sualın izahına.
95-də bizə deyilir ki, bir maşınla qumun hamısını 8 saata, baxın, bir maşınla, məsələn, biri ilə də qumun hamısını 8 saata, digəri ilə 9 saata daşımaq olar. Yəni, baxın, 8 saata işin hamısını görür, bir qumun hamısını daşıyır. Qumun hamısını daşımaq bir işi tam görmək deməkdir. Birinci maşın desək, 8 saata qumun hamısını daşıyırsa, bu 1 saata nə qədər qum daşıyır? X. Buradan çarpaz vursaz, X-i alarsınız 8-də 1. İkinci üçün də eyni açıqlama ilə yazsaz, yəni eyni prinsiplə yazsaz, burada 9 saat işləsə nə qədər olar? Burada da məsələn y-i versəz, y-də 9-da 1 alınır. Yəni bu bir isbat kimi yazırsınız. Yəni əgər bir maşın qumun hamısını 8 saata aparırsa, 1 saata 8-də 1 hissəsini aparır. Eyni zamanda digəri də 9 saata bir işi tam görürsə, 1 saata işin 9-da 1 hissəsini görür. O zaman bunlar 1 saatda cəmi bu qədər iş görürlər. Bunların cəmi qədər. Bunlar hər ikisi birlikdə 4 saat işləsələr, bunların 1 saatda gördüyü işi 4-ə vurmaq lazımdır ki, görün bunlar nə qədər iş görüblər. Bu mötərizənin içini həll eləsəz, orta məxrəci 72 olar. 72 8-ə böldünüz 9, 72 9-a böldünüz 8, topladınız 17. Bunu da vurdunuz 4-ə. Cavabımız eləyər 18, yəni 17. Görərlər. İşin 18-17-sini görərlər. Hansı hissəsi daşınmamış qalar? Yəni 18-i 7 hissəsini daşırlar axı, hər şeydə 1 olduğu üçün, yəni 18 olduğu üçün birdən çıxarsınız görülən işi ki, görüm nə qədəri görülməmiş qaldı. Cavabımız eləyər 18-də 1. Yəni 95-ci sualın doğru cavabı olur D variantı. Gedək 96-cı suala. Eyni məsələdir. Qumu bir maşınla qumu 5 saata, yəni qumun hamısını da 5 saata aparırsa, 1 saata qumun 5-də 1 hissəsini aparır. Eyni zamanda digəri ilə qumun hamısını 6 saata daşıyırlarsa, 1 saata qumun 6-da 1 hissəsini daşıyırlar. Onda bunlar 1 saata birlikdə falan qədər, yəni bu qədər qum daşıyırlar cəmi. 1 saata. Biz 1 saata görə tapdıq. 2 saat işləsələr isə, bunu promoy vurarıq 2-yə. Görək nə qədər iş gördülər, nə qədər qum daşıdılar. Bunu hesablasaq, ortaq məxrəc 30 olsa, 30-u bölürəm 5-ə 6, 36-ya bölürəm 5. 6-nı da 5 toplayıram 11. Bunu vursam 2-yə, buradakı 2-yə. 30-dan 2 geçsə qalar burada 15-də 11. 15-də 10, düzdürmü? Yəni 15-də 11 hissəsini artıq daşıdılar. Nə qədər daşınmamış qalar? Hər şey 1-dir, tam. Yəni 15-də 15 deməkdir bu misalda. Bu tamdan görüləni, yəni daşınan qumu çıxsam, aldığım cavab daşınmayan qum olar. Yəni 15-də 4 olar. Cavabımız eləyir 15-də 4, 96-cı sualın doğru cavabı olur A variantı. Deməli, keçir 97-ci sualın izahına. Bizə deyilir ki, birinci boru boş hovuzu 5 saata, ikinci boru isə boş hovuzu 4 saata doldurur. Onlar birlikdə işləsələr, boş hovuz neçə saata dolar? Deməli, biz bunu necə deyim? Nəysə, deyə bilmədim o sözü. Bu cəhətdən yanaşırıq ki, birinci boru boş hovuzu 5 saata doldurur. Yəni 5 saata hovuzun hamısını, yəni bir hovuzu tam doldurursa, bu 1 saata hovuzun nə qədərini doldurar? X bərabərdir 5-də 1 hissəsini doldurar 1 saata. Həmçinin ikinci hovuz üçün də eynisini, ikinci boru üçün də eynisini desək, 4 saata bir işi tam görürsə, 1 saata işin hansı hissəsini görür? Y desək məsəl üçün, Y də olar 4-də 1. Yəni, eyni prinsipdir. Birinci boru 1 saata 5-də 1 hissəsini tam doldurur. İkinci boru isə 1 saata 4-də 1 hissəsini tam doldurur. İndi, bizə deyirlər ki, boş hovuz, yəni bunlar birlikdə işləsələr, 1 saat məsəl üçün, birlikdə işləsələr hamısını 1 saata görə tapırıq da, 5-də 1-i bu doldurdu, 5-də 1 hissəsini, 4-də 1 hissəsini bu doldurdu. Bunların 1 saata gördüyü işdir. 1 saata. 1 saata gördüyü işdir. İndi bunlar neçə saat birlikdə işləsələr, neçə saata doldurarlar. Bu hovuzlar bir yerdə neçə saat işləsələr, x saatda. Yəni baxın, bu biz bayaqki misallarda neynədik? 2 saat işlədik, 2-yə vurduq. 4 saat işlədik, 4-ə vurduq. İndi nə qədərsə saat işləyirlər, bilmirik neçə saat işlədiyini. X saat. Bunları vururuq, bərabər olur. Hovuz tam dolur, yəni 1-ə. 1 tama bərabər olur. Nədirsə artıq. Çünki artıq hovuz tam doldu. Biz buradan bu misalı həll edirik. Bunu ortaq məxrəc eləsəniz, 20-də 20 bölsüz 5-ə 4, 20 bölsüz 4-ə 5. Amma 20-də 4-lə 5 toplayırsınız 9. Bunu vururuq x-a, bərabər edirik 1-ə.
Buradan da x bərabərdir 1 bölək 20-də 9, yəni 9-da 20. X də bərabərdir 2 tam 9-da 2. Yəni sürəti məxrəcə bölürsünüz, tama yazılır, məxrəc özü kimi qalır, qarşıda sürətə yazılır. Yəni 97 sualın doğru cavabı olur C variantı. Keçək 98-ci sualın izahına. 98-də bizə deyilir ki, hansı bərabərlik doğrudur? A variantına baxsaq, bu çoxmu nazikdir, yoxsa mənə əmələ gəlir? A variantına baxsaq, bizə deyilir ki, 0 tam dövrdə 3. Biz bunu hesablamağın qaydasını bilirik ki, məxrəcə dövrdəki ədədlərin sayı qədər 9 yazırıq. Sonra isə dövrə qədərki ədədlərin sayı qədər 0 yazırıq. Burada elə bir ədəd yox deyə yazmırıq. Sürəti isə dövrdən sonra nə görürüksə, yəni bu vergüldən sonra nə görürüksə onu yazırıq. Buradan çıxmalıyıq dövrə qədərki ədəd nədirsə. Amma burada dövrə qədərki ədəd yoxdur deyə heç nə yazmırsınız. Yəni 9-da 3-dür bunun cavabı. Yəni 3-də 1. Yəni 4-də 3 yox, 3-də 1. Yəni A variantı səhvdir. B variantına baxsaq. 0 tam 58 dövrdə 3. Yenə də bunun qaydasını öyrənmişdik ki, məxrəcə dövrün içindəki ədədlərin sayı qədər 9, dövrə qədərki ədədlərin sayı qədər, yəni 5 və 8 2 dənə var, 2 dənə 0 yazırıq. Sürəti isə vergüldən sonra nə görürsünüzsə, yəni 583 görürük. 583-dən çıxırıq, dövrə qədərki ədəd nədirsə onu, yəni 58-i. Yuxarı yazırıq ki, 583-dən 58-i çıxanda nə qədər eləyir? Yuxarıda qalır 525, aşağıda isə qalır 900. Hər birini 25-ə ixtisar aparsam, yuxarıda qalır 21, aşağıda isə qalır 900-ü 25-ə böləndə 36. Yenidən hər birini 3 ixtisar aparsam, yuxarıda qalır 7, aşağıda qalır 12. Yəni cavabımız eləyir 12-də 7. Həqiqətən də bunun cavabı 12-də 7-dir. Yəni B variantı doğru cavabdır. C variantının səhvliyi nədədir? Baxaq. 0 tam dövrdə 82 yazılıb. Yenə də məxrəcə dövrün içindəki, yəni dövr eləyən ədədlərin sayı qədər 8 və 2. 9 yazırıq, 2 dənədirsə 9. Yuxarıda isə yəni dövrə qədərki ədəd söhbəti yoxsa bu 99-da 82 yazırsınız, çıxıb gedir. Yəni başqa da ixtisar getmir. Ona görə də cavabı bunun 11-də 7 yox, 99-da 82-dir. C variantı da səhv cavabdır. D variantında 0 tam 0,7. Yəni burada 0,7 təkrarlanır deməkdir. Yəni də eyni qaydada hesablamaq lazımdır. Kəsr xətti çəkirik. Buradakı 0-ı da adam yerinə qoymaq lazımdır. Yəni bu 0 da özü də bir ədəd. Çünki bu təkrarlananda 0,7, 0,7, 0,7, 0,7 kimi təkrarlanır. Yəni 0 da təkrarlanır. Yəni aşağı dövrün içində nə varsa, nə yoxsa, onların sayı qədər. Baxın, 1, 2, 2 dənə ədəd varsa 2 dənə 99 yazırıq. Yuxarı isə 0,7-nin özünü yazırıq. Bu demək ki, 99-da 7-də, 0,7 nə deməkdir? 7 deməkdir. Bu isə 33-də 7 yox, 99-da 7 deməkdir. Ona görə də variantı səhvdir. Keçsək Y variantına. 0 tam dövrdə 2 nə deməkdir? Yəni də dövrün içindəki ədədlərin sayı qədər 9, yəni 9 yazırıq. Bir dənədir çünki və yuxarıda isə dövrün içindəki ədəd 2. 9-da 2, 10-da 2 yox, 9-da 2. Ona görə bu Y variantı səhvdir. 98-ci sualın doğru cavabı olur B variantı. Keçək 99-cu sualın izahına. 99. Əvvəlcə mörtəzənin içini həll edirik. Xəttimə görə çox üzrü sayın. Yenə də əvvəlcə mörtəzənin içini, baxın, birinci bunu həll eləsək. 5 tam 32-də 17-dən çıxsaq 4 tam 16-da 7-nin. Haradadır bizim qələmimiz? Aha, yəni bunları ortaq məxrəc eləsək 32 və 16 32 ortaq məxrəc olur. 5 tam 32-də 17 qalsın özü kimi. Çıxaq 4 tam 32-də. Baxın, bu 2 dəfə artsa yuxarıda 2 dəfə artmalıdır. Yəni 7-yi vurmalısınız 2-yə 14. Bu deyil 1 tam 32-də 3. Yəni bunun qiyməti olur 1 tam 32-də 3. İkinci mörtəzəni hesablayaq. Yəni 2 tam, bunu da buraya hesablasaq, 2 tam 64-də 19, üstə gələk 3 tam 32-də 1. Hər ikisini 64-də ortaq məxrəc eləmək olar. Yəni 2 tam 64-də 19 qalar özü kimi. Üstə gələrik 3 tam 64-də 2 dəfə artırsa, bu da 2 dəfə artmalıdır 2. Cavabımız eləyir 5 tam 64-də 21. İndi isə bunları ayrı-ayrılıqda toplamalıyıq. Yəni 1 tam 32-də 3-lə bu 5 tam 64-də 21 toplamalıyıq. Yenə də hər birini ortaq məxrəc olaraq
64-ə gətirmək olar. Yəni 1 tam bu 64-ə gətirmək üçün 2 dəfə artırdıq məxrəci. Onu sürətlə 2 dəfə artırmalıdır. 6. Üstə gəlirik. 5 tam 64-də 21-in özünü yazsaq. Cavabımız tamlar toplanır. Məxrəc özü kimi qalır. Şərtlər isə toplanır. Yəni 21-in üstə 6 27 olur. Yəni cavabımız 6 tam 64-də 27. Bu deməkdir ki, D variantı. 99 sualın cavabı olur D variantı. Amma biz düz gəldik də. Bəli. Elə bildim ki, bu başqa suallardır. Hə. Bir anlıq error oldu. Bəli. 99 sualın cavabı olur D variantı. Keçək 100-ün sualın izahına. 100-də bizə deyilir ki, 1 tam 4-də 1-in kvadratı vuraq 15-də 4. Üstə gəlirik 3-də 1-ə. Videomuz deyəsən biraz uzun oldu. Çünki yolları falan, bəzi sualları 2 yolla izah elədim və hamısını yoxladığım üçün biraz video uzadı, amma eybi yoxdur, heç bir ziyanı yoxdur. Əslində xeyri var. Deməli, birinci bunu açmaq lazımdır. 1 tam 4-də 1, 4-də 5 deməkdir. Bunu da kvadratını tapmaq üçün hər birini yuxarı aşağıda kvadrat etmək lazımdır. Yəni 4-ün kvadratı 16, 5-in kvadratı isə 25. Bunu vurmalıyıq 15-də 4-ə. Üstə də gəlməliyik 3-də 1-i. 4 ilə 16 getsə, qalar burada 4. 25 ilə 15 getsə, burada 3, burada 5. Cavabımız qalar 4 dəfə 3, 12. 12-ni də 12-də üstə 5 yazırıq. Üstə də gəlirik 3-də 1-i. Ortaq məxrəc eləsək 12-yə, 12-də 5. Üstə gələk 12-də 4. Cavabımız eləyər 12-də 9. Hər biri 3-ə getsə, aşağıda 4, yuxarıda 3 qalar. Yəni cavabımız olar 4-də 3 100-cü sualda. Keçək 101-ci suala. 101-də bizə deyilir ki, 1 üstə gələ 2-də 1 yuxarıda bu eləyir 1,5. Aşağıda isə 1 çıxaq 2-də 1, yəni 0,5. Vuraq. 1 üstə gələk 4-də 1, 1,75. Aşağıda isə 1 çıxaq 4-də 1, 1,25 üzr istəyirəm. 1 çıxaq 4-də 1, 0,75. Vuraq yenə də kəsr xəttində yuxarıda 1,2 toplasaq, aşağıda isə 0,8. Hər birini vergüldən azad eləsək, hərəni öz sürətindən. Bu vergüllər getsə, 5 ilə də 15 getsə qalar burada 3. Vuraq. Bunların vergüllərdə getsə, 125 ilə 75, 25-ə getsə burada 3, burada 5 qalar. Yəni 3-də 5. Vuraq. Vergüllər də getsə, hər birində 4 atarsaq, aşağıdan qalır 2, yuxarıda qalır 3. Cavabımız eləyir 2-də 3. Baxın, buradakı 3-lər getsə, qalır 15 bölü 2, yəni 7 tam 2-də 1. Bu sualda doğru cavabı olur 101-ci sualda C variantı. 102-ci suala baxaq. Yenə də hansı bərabərlik doğru deyil? A variantında. Ümumiyyətlə, bunları siz əgər kəsri dövrə çevirməkdə çətinlik çəkirsinizsə ki, bu çox da çətin bir proses deyil. Məsələn, A variantında göstərsək, 5-i bölməlisiniz 6-ya. 0 tam yazırsınız və bura bir dənə 0 atırsınız. 4, 8 düşür də 48. Qalır burada 20, bir dənə 0 atdınız, 3, 18, yəni çıxırsınız 2, bir dənə də 0 atdınız, 3. Belə 3 gedir. Yazırsınız ona görə burada 0 tam 8. Nə təkrarlanır? Yalnız 3-lər. Ona görə də təkrarlanan nədirsə 3-ü alırsınız mörtəziyə. Yəni bu cəhətdən həll olunur. Baxın, bu düzgündür, düzgün yazıblar. Ona görə A variantı düzdür. Bizdən düzgün olmayanı soruşur. Yəni onu demək istəyirdim ki, əgər bunu eləməkdə çətinlik çəkirsinizsə ki, çox adam burada eləməyə çətinlik çəkir, tərsini eləyin. Yəni, mənə elə gəlir ki, tərsini eləmək daha rahatdır. Məsələn, D variantının tərsini eləsək. 0 tam dövrdə 0,3 hesablamaq üçün biz aşağıya məxrəcə yazmalıyıq. Dövrün içində dəxli yoxdur, bu 0-dır, 0 başda gəlir, heç bir dəxli yoxdur. Oradakı 0-ı siz adam yerinə qoymalısınız. 2 dənə ədəd varsa, 2 dənə də 9 yazırsınız. 9. Yuxarıda isə dövrə qədərki ədəd söhbəti olmadığı üçün bir dənə bunun içindəki 0,3, yəni 3 yazmalısınız. Cavabımız eləyir 1 bölü 33. Həqiqətən də bu 1 bölü 33-ə bərabərdir. Ona görə bu düzdür. Mənə elə gəlir ki, bu yol daha rahat, nəinki bu yol. Amma yenə də heç bir fərqi yoxdur.
Ona görə də B variantına baxsaq buradan, qarışıq baxırıq, eybi yoxdur. B variantında da yenə də tərsini eləsəz, 0,51-dir də bu. Ona görə biz burada dövrün içindəki ədədlərin sayı qədər 9, 9, 9. Dövrün içindəki ədəd nədirsə 51. Yazdıq bura. Bunu biz 3-ə aparsaq, aşağıda qalar 33, yuxarıda qalar 17. Cavabımız verir 33-də 17. Amma baxın, 45-də 37 veriblər. Bu səhv bir fikirdir. 102-ci sualına görə B variantı olur. Digər variantlarda yoxlasaq, məsəl üçün, Y variantını yoxlasaq, 0,41-dir. Bunu biz yenə 99-da 41 şəklində yazmalıyıq. Doğru fikirdir. C variantında isə 0,5-dir. Ən asanı da budur da. Bir dənə 9, bir dənə də 5 yazırsınız. Az öncə dediyimiz qaydalara əsasən. Ona görə doğru cavabımız olar B variantı ki, o doğru deyil. Keçək 103-cü sualımızın izahına. Deməli, bu ədədlərin əmi baxın, hamısı 7, 14 də 7 vur 2-dir, 28 də 7 vur 4-dür. Ona görə hamısını 28-ə gətirmək olar ortaq məxrəc olaraq. Yenə də bunları SS eləyib ataq bura. Buradan götürək. Bura ataq. Biraz periodik olaraq əf düşdü, amma eybi yoxdur. Bura gəl. İndi bunların hamısını ortaq məxrəc olaraq 28-ə gətirmək olar. Yəni 7-də 1-i, 28-də 4, 14-də 11-i, 28-də 22, 28-də 5-i, 28-də 5, 7-də 6-nı, 28-də 24, 28-də 19 isə 28-də 19 yaza bilərsiniz eyni özü kimi. Bunların ən böyüyü, məxrəclər eynidirsə, sürəti böyük olan böyükdür. Yəni ən böyüyü 28-də 24-dür. Bu deməkdir ki, 7-də 6-dır ən böyüyü. Ən kiçiyi hansıdır? Sürət ən kiçiyi olan, yəni 28-də 5-dir. Bunların hasilinin 49 imtisini tapın. Bir də bunu vurmalıyıq 49-a. Deməli, 7 ilə 49 geçsə, burada qalar 7. 7 ilə də 28 geçsə, qalar burada 4. 4 gedər 2-yə, burada qalar 3. Cavabımız eləyir 15 bölü 2. Düzmə elədik uşaqlar bunu. Niyə cavabımız yoxdur? Gəlin bir dəfə də hesablayaq o zaman. 28-dir. Niyə cavabımız olmadı ki? Niyə belə oldu ki? Baxaq, yenə də. Hər şey düz vurduqda 7, 6, ən kiçiyi 28-də 5. Bunda 49 misini tapırıq da. Burada bir dənə 7 var. Bunun bu getdi qaldı da. Burada 4. 30-da 4-ə bölənlər. Ümumiyyətlə biz harda səhvləmişik? 7-də 1, 14-də 28-də 5, 7-də 6, 28-də 19. Uşaqlar, səhvimiz ondan ibarətdir ki, bəli, biz bunların ən böyüyünü götürdük 28-də 24. Ən kiçiyini isə 28-də 5, 28-də 4 var axı burada, heç biriniz də demirsiniz. 28-də 4, 28-də 5-dən kiçikdir. Çünki bunların məxrəcləri eynidirsə, sürəti kiçik olan kiçikdir. Yəni, 28-də 4 yazırıq. Yəni, bu daha küçükdür də ondan. Hasilinin 49 imtisini tapın. Bu səfər artıq cavabımız çıxmalıdır. Bu da 28-də 24, 7-də 6-dır. Yəni də 7 ilə 49 getsə 7. Çox aksiyon yaşadıq bu sualda. 7 ilə 28 getdi, qaldı burada. Bu 4 ilə bu 4 getdi, cavabımız qaldı 6. Yəni, bilmədən o variantı isarələmişik elə. Yəni, 103-cü sualın doğru cavabı olur B variantı. 104-cü suala baxaq. Bizə deyilir ki, 1 tam %42. 1 tam 4'də 3. Yəni bunu da kəsrə çevirsəz 1 tam %75. 1 tam dövrdə 4 və 1 tam 5'də 2, yəni 1 tam onda 4'ü müqayisə edin, artma sırasından göstərin. Baxın, bu nə deməkdir? 1 tam 1,42 görsəz, həmişə müqayisə məsələlərində axırına çoxu sıfırlar atın. Çünki bu sıfırlar var zaten. Prosta yazılmır da. Vergüldən sonraki sıfırlar nəzərə alınmır, amma var. Buradakını da 1 tam 1 tam sıfırla atdıq. 1 tam 4'ün içində var, 4 dövrləndir də. Ona görə də 4 sonsuz saydadır. 4, 4, 4, 4, 4 sonsuz sayda artır belə. Bu da 1 tam 4, sona çoxlu sıfır atırsınız. Yəni də eyni misalda 1 ilə 2-də 2. Bunları müqayisə etsək, baxın, hamısı 1 tamdır. Ona görə burada problem yoxdur. Əvvəlki misallardakı kimi buradan başlayırıq. Hansı ən böyükdür? Bu ən böyükdür. Çünki bunlarda 7-dir, bunların hamısında 4-dür. Yəni bu 1 tam %75 ən böyükdür. Bu, artma sırasının düzülməyi soruşursa, ən axırda ən böyük olmalıdır. Yəni 1 tam %75 ən axırdadır.
Bunu variantdan çıxdıq. Artıq bilirik nə var, nə yox. İkinci sıralamaya keçsək. Yəni ikinci ədədlərə baxsaq, artıq burada 2 var, burada 4 var, burada 0 var. İkinci ən böyük 1 tam dövrdə 4-dür. Çünki 4 həm 0-dan, həm 2-dən böyükdür. Bunlardan hansı ən böyükdür bəs? Əlbəttə ki, 2 böyükdür 0-dan. Ona görə 1 tam %42-də ən böyükdür. Yəni nisbətən böyükdür. Bundan nisbətən böyükdür. 42 böyükdür. Və ən kiçiyi də 1,4. Bu, bunun artma sırasıdır. Bu, bunun artma sırasıdır. Baxaq. 1,4. Bu, yəni 1,5-2 deməkdir. Bu 1,5-2 deməkdir. Biz bunu özümüz asanlaşdırmaqdan ötürü onluğa çeviririk. Bu 1,5-2 demək idi. Bu 1,75 də asanlaşdırmaqdan ötürü yazmışdıq. Əslində 1,4 verilmişdi şərtdə. Aha. 1,5-də 2, sonra 1,42, sonra 1,4 və 1,4. Doğru cavabımız olur 104-cü sualda D variantı. Keçək 105-ci sualımıza. 105-də bizə deyilir ki, diaqramda elektronika mağazasında 5 gün ərzində satılan elektrik əşyalarının miqdarı haqqında məlumat verilmişdir. 4-cü gün 18 ədəd elektrik əşyası satılıbsa, 5-ci gün satılan elektrik əşyasının miqdarı nə qədərdir? Ümumiyyətlə, nə qədərsə bir də elektrik əşyası var. Baxın. Nə qədərsə bir elektrik əşyası var. Bu, onların hissələridir. X elektrik əşyasının miqdarı. Elektrik əşyasının miqdarı. Ümumiyyətlə, asan yolla deyirəm, normal rəsmi yolla deyil. Bunların hamısını toplasaq, bu 11-də 6, işte buradan 1-ə 9 eləyir, 11-də 9. Hər şeydə 1-də axı, ona görə də burada 1 çıx 11-də 9, yəni 11-də 2 qalmalıdır, düzdür? 11-də 2 qalmalıdır. Əgər 4-cü gün 18 ədəd, hələ x-ə baxmırıq, hələ bu x-sız hesablayırıq. 4-cü gün hansıdır? 11-də 3. 11-də 3 hissədə 18 ədəd elektrik əşyası satılmışdısa, 5-ci gün, yəni 11-də 2 tapmışdıq, 11-də 2 hissəyə nə qədər elektrik əşyası satılır? Baxın, azalanda azalmalıdır, ona görə düzüm tənası basıldı. Çarpaz vuraq. 11-də 3x bərabərdir, 18 vuraq 11-də 2-yə. Bu 11-lər geçsə, 3 ilə 18 geçsə, qalar burada 6x də bərabərdir 12-yə. Yəni 105-ci sualın doğru cavabı olur 12. Amma bunu rəsmi yolla eləmək istəsəniz, məsələn, bu sayılır birinci yol. İkinci yol olaraq nətər eləmək olardı? İkinci yol olaraq nətər eləmək olardı? Yenə də ümumiyə bir dənə x verərdiniz. Hər biri də onun, məsələn, 11-də 1 hissəsidir də. Birinci gün 11-də 1 hissəsi isə 11-də 1 x qədər elektronik əşya satılmışdır. Yəni, 4-cü gündə hanı 11-də 3 hissəsi qədər bu hissə deməkdir də. Yəni, 11-də 3 x qədər ədədi qiymətcə 18 satılmışdırsa, hesablayaram mən buradan x-i. X-i taparam 66. Məndən soruşur 5-ci gün. 5-ci gündə 11-də 2 hissəsi, yəni bu 66-nın 11-də 2 hissəsi satılmış olar. Bu da 6-ya gedər. Cavabımız alınar yenə də 12. Həm bu yolla, həm bu yolla eləsəz, yenə də eyni cavabı alarsınız. Ürək əsaslı yol istəyir, o yolla da istifadə eləyin. Keçək 102-ci sual. 105-dən 106-ya bəli. 106-cı suala keçək. Qatar 2 stansiya arasındakı məsafənin 15-də 7 hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün daha 3 kilometr getməli idi. Stansiyalar arasındakı məsafə neçə kilometrdir? Baxın, 106-cı sualda. Ümumiyyətlə, yolu çəkirsiniz. Yol buradan buradır. Məsələn, A və B yolu. Deyir ki, qatar 2 stansiya arasındakı məsafənin, məsələn, deyirəm, 11-də, bura kim olsa da, ya bura yox, məsələn, bura qədər olsa, 15-də 7 hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün, baxın, yolda məsəl üçün x-dır da, bilmirik, yolun uzunluğunu bilmirik, yolda x-dır. Yolun ortasına çatmaq üçün daha 3 kilometr getməli idi. Yəni, 1-3 kilometrdə bu buradan geçsin ki, bura artıq nə olsun? Yolun ortası. Yolun ortası. Yəni, baxın, əvvəlcə bu yolun, baxın, 15-də 7x üzr istəyirəm, baxın, yol x-dir. Bu adam əvvəlcə yolun 15-də 7 hissəsini gəldi, yəni 15-də 7x ədədi qiymətcə gəldi. Plus 3 kilometrdə buradan gəldi və hələ bu adam yolun ortasına çatdı. Yəni, bu adamın getdiyi yol
ümumi yolun yarısıdır. Yəni eyni zamanda bunun getdiyi yolu x bölə 2 ilə deməyimiz uyğun olar. Yəni bu 15-də 7 x ya metr getdiyi, kilometr getdiyi yolla bu getdiyi 3 kilometr getdiyi yolun cəmi bizə yolun yarısını veribsə, bu deməkdir ki, x bölə 2-ni verib. Vəssalam, mən buradan 15-də 7x ilə 3-ü toplasam, alaram 2-də 1x-i. Düzdür? Ortaq məxrəc eləsəm, bu 30-da nə deməkdir? 14x deməkdir. Üstə 3 gəlirəm, bərabərdir 30-da 15x. Düzdürmü? Bunu bərabərin əksinə keçsəm, müsbət mənfi şəklində keçməlidir. 30-da 1x bərabər olmalıdır 3-ə, x də bərabərdir 90-a. Bizdən nəyi soruşur? Stansiyalar arasındakı məsafə, yəni AB məsafəsi nə qədərdir? X vermişdik. X-də tapdıq 30. 90, üzr istəyirəm. Yəni 106-nın sualının doğru cavabı olur 90. Keçək 107-ci sualın izahına. 107-də bizə deyilir ki, 6 tam dövrdə A bərabərdir 3-də 19-a. Baxın, bunu hesablama qaydasını göstərmişdim. Tam qalır yerində. Kəsr xətti çəkirik. Dövrün içindəki ədədlərin sayı qədər. Yəni, bir dənə A var. Aşağı 9 yazırıq. Yuxarı isə dövrün içindəki ədədi yazırsınız. Bərabərdir 3-də 19-a. Bunu ortaq məxrəc eləsəniz, 9-da ortaq məxrəc eləmək üçün məxrəc özü kimi qalır. Sürəti isə məxrəci tama vurursunuz. 6-da 9, 54. Üstə də sürəti gəlirsiniz. A. Bərabərdir 3-də 19-a. 3 ilə 9 aparsaz qalar burada 3. 54 üstə gələk A. Bərabər 19 vura 3, yəni 57-yə. A-mızı taparıq buradan 57 çıxaq 54. Yəni A-mızı taparıq 3. A bərabərdir 3-ə, yəni 107-ci sualın doğru cavabı olur 3. 108-ci suala baxaq. 108 də onun kimidir, eyni. 4 tam dövrdə S bərabərdir 3-də 14-ə. 4 tam dövrün içindəki ədədlərin sayı qədər aşağı 9 yazırıq. Yuxarı da həmin dövrün içindəki ədədi bərabərdir 3-də 14-ə. Bunu düzgün olmayan kəsrə çevirsəz, məxrəc özü kimi qalır. Sürət isə məxrəci tama vurursunuz 36, üstə də gəlirsiniz S-ni. Bərabərdir 3-də 14-ə. Bu 3 ilə 9 aparsız qalır burada 3. 36-nın üstə S-yi gəlirsiniz, bərabərdir 3 dəfə 14, 42. S isə bərabərdir 42 çıxaq 36, yəni S bərabərdir 6-ya. 108-ci sualın doğru cavabı olur 6. Keçək 109-cu sualın izahına. Buradan o tərəf deyəsən asandır artıq. Digərləri də asan idi, sadəcə bunlar nisbətən də. 7,5 bölək. 3,4-də 3 çıxaq. 2-də 3-ün kvadratı mötərizəni bağlayırıq. Əvvəlcə mötərizəni həll edirsiniz. Mötərizənin içində nə varsa ona baxaq. İlk sırada, baxın, bu mötərizənin içini gəlib burada həll edirik. Deməli, nədir? 3,4-də 3-dən çıxırıq. Bunu kvadrata yüksəldirik. 2-nin kvadratı 4, 3-ün kvadratı isə 9. Ortaq məxrəc eləsək, 4 qalır burada. 4 dəfə 3, 12, 12-nin üstü 3 gəlirsiniz, 15. Çıxırıq bundan 4-də 9-u. Cavabımız gəlir 4-də 6. Bunlar da 2-yə gedər, 2-də 3. Yəni, bu mötərizənin içi bərabərdir 2-də 3-ə, yəni 1,5-ə bərabərdir. Bizdən də soruşur, 7,5 bölək 1,5. Cavabımız da eləyir 5. Vəssalam. 109-cu sualın doğru cavabı oldu 5. Keçək 110-cu sualımıza. 110. A-nın neçə natural qiymətində? 5-də 1 kiçikdir A bölək 45. O da kiçikdir 9-da 4-dən. Baxın, ortaq məxrəc ən böyüyə gətirin 45. 5-də 1-i 45-ə gətirmək üçün məxrəci sürətə 9 dəfə artırmaq lazımdır. Bu qalır burada 45-də A. Bunu da 45 eləmək üçün məxrəci sürəti də nə etmək lazımdır? 5-ə vurmaq lazımdır. 20 qalır. Yəni, bu deməkdir ki, məxrəci eyni seç, məxrəci takmayın. Sürətə baxın. Bu məxrəci eyni olan kəsrlərin müqayisəsi deməkdir. Bir dəqiqə bunu çıxaraq. Məxrəci eyni olan kəsrlərin müqayisəsi deməkdir. Bu deməkdir ki, sürəti böyük olan böyükdür, məxrəci böyük olan, üzr istəyirəm, qarışdı. Yorğunçuluqdan damısı. Məxrəclər eynidirsə, sürəti böyük olan böyükdür, sürəti kiçik olansa kiçikdir. Yəni, burada artıq məxrəcə əhəmiyyət verməyə bilərsiniz. Bu demək ki, 9 kiçikdir A-dan, o da kiçikdir 20-dən. Vəssalam, bunların arasında neçə ədəd var? Sayda bilərsiniz, indi düstur da deyərəm. Ədədləri saymaq üçün və yaxud da bunu belə eləyərsiniz də, bu artıq 10 alır, 11 alır, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 artıq almır. Neçə ədəd oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10.
Yəni 110-un sualının doğru cavabı olur 10. Və yaxud da buradakı ədədləri tapmaq üçün bu artıq ədədi almırsa, baxın, bir var ki 9-dan böyük bərabər olsun. O zaman 9-u belə yazarsınız. Amma burada 9-dan böyük deyil, sadəcə 9-u belə yazırsınız, 20 də həmçinin onun kimi. Bunların arasındakı ədədlər əgər vergüllərin ikisi də belə olarsa, tapmaq üçün bu son ədəddən ilk ədəd çıxmalısınız, plusda bir dənə də 1 çıxmalısınız. Cavabımız eləyir 10. Bu o deməkdir ki, həm 9 almır, həm 20 almır, amma bunların arasındakı ədədləri tapmaq üçün böyükdən kiçik çıxırsınız, plusda 1 çıxırsınız. 110 sualın doğru cavabı oldu 10. Keçək 111-ci sualı izahına. Yenə də bunu 9-da 2 yazırıq. Artıq bu videodan bu qaydanı əzbərlədiyimizi düşünürəm. Bunu 9-da 3 yazırsınız, bunu isə 9-da 4 yazırsınız. Vurursunuz bu ifadəni, vurursunuz x-a, bərabər edirsiniz y-ə. Bu nə edir bunun içərisindəki? 9-da 9, düzdürmü? Toplasaz məxrəclər eynidir. Sürətlərdə 2 üstə gələk, 3 üstə gələk 4. Vurursunuz bunu x-a, bərabər edirsiniz y-ə. Bu edir 9-da 9, birbaşa yazdım, yəni 1. Bu deməkdir ki, x bərabərdir y-ə millət. X bərabər y-dirsə, burada x-in yerinə y yaza bilərsiniz. Y üstə gələk. 3y, aşağıda da y. Yuxarıda 4y, aşağıda bir dənə y. Y-lər geçsə cavabımız qalır 4. 111-ci sualın doğru cavabı olur 4. Keçək 112-ci sualın izahına. 112-də bizə deyilir ki, A-mız 0,6-dır. Qaydasını dedik. Aşağı dövrün içindəki ədədlərin sayı qədər 9 yazırıq. Yuxarı isə dövrün içini yazırıq. Bunları 3 çaparsaq, qalır 3-də 2. B-miz isə 0,3-dür. Yəni aşağı dövrün içindəki ədədlərin sayı qədər 9 yazırıq. Bir dənə də 3-ün özünü yazırıq yuxarı. Bunlar da geçsə qalar burada 3-də 1. Olarsa bu ifadənin nisbətini tapın. Nisbəti yuxarıda var. 2 üstə gələk A, yəni 3-də 2 bölürsüz. 2-də 1 çıxaq B, yəni B də 3-də 1-dir. Və salam, bunu hesablayırsınız, çıxır gedir. 2 tam 3-də 2, yəni 3-də 8. Bu da 6-da 1 deməkdir. 3-də 8 vuraq, bu 6 deməkdir. 3-dən 6 gedər 2, cavabımız eləyər 16 112-ci sualda. Keçək 113-cü sualın izahına. A bərabərdir 0,3, yəni 9-da 3, 3-də 1. İzah elədik bunun qaydasını dəfələrlə. Bu da 0,6, 9-da 6-da 3 ixtisar gedər 3-də 2. Aha. A-mız 3-də 1-dir, B-miz isə 3-də 2-dir. Yerinə qoyub hesablayırsınız, yəni 2 üstə gələk, A-mız 3-də 1-dir. Aşağıda isə B çıxaq, B-miz nədir? 3-də 2-dir. 3-də 2-dən çıxırsınız. 2-də 1. Və salam. Yuxarıda yazırsınız 3-də 7 düzgün olmayan çevirirsiniz. Aşağıda isə ortaq məxrəc 6-dırsa, buraya yazırsınız 2, buraya yazırsınız 3, 4 çıxış da 1. Bununla da bu gəlsə qalar burada 2, 2 dəfə də 7. Cavabımız eləyər 14. Bu sualın izahında cavabı da 113 cavabımız olur 14. Keçək 114-cü sualın izahına. 114-də bizə deyilir ki, məxrəci 30 olan və 5-də 1 və 3-də 1 aralığında yerləşən adi kəsirlərin sürətləri cəmini tapın. Baxın, 5-də 1 və 3-də 1 aralığında yerləşən məxrəci 30 olan kəsirlər. Baxın, 5-də 1 nə deməkdir? Məxrəci 30-a gətirsəz, belə 30-da 6 deməkdir də, məxrəci 30-a gətirsəz, 30-da 6. 3-də 1 isə 30-da 10 deməkdir. Bunların arasında məxrəci 30 olan hansı kəsirlər var? Ola bilər 30-da 7, 8 və 7, 8. Afisyoda 7 ola bilər, 8 ola bilər, 9 ola bilər və salam. Bunlar ola bilər. Bizdən də bu kəsirlərin cəmini soruşur. Kəsirlərin sürətinin cəmini soruşur. Yəni 7-nin, 8-in və 9-un cəmini soruşur. Cavabımız eləyir 24. 114-cü sualın cavabında 24 almış olduq. Keçək 115-ci sualın izahına. 115-də. Bizə deyilir ki, ən böyük rəqəmli ədədlə ən böyük rəqəmli ədəd hansıdır? Təbii ki də 99. Başlayırsınız 99-dan. Rəqəmlər müxtəlif olan da 98 idi, amma elə bir şey demədiyi üçün 99. Məxrəci 33 olan ən böyük düzgün kəsir, yəni 33-də 32. Diqqət edin. 33-də 32 düzgün kəsirlərin sürəti məxrəcindən kiçikdir, maksimumda 32 ola bilər. 33 olsaydı, artıq düzgün olmayan kəsir olardı. Bunların hasili soruşulur, vururuq bir-birinə. 99-dan 33 gedəndə qalır burada 3, 3 dəfə də 32. Cavabımız eləyir 115-ci sualında 96. Keçək 116-cı suala.
116. 116 bizə deyir ki, qablaşdırılmış malın qiyməti 85 manatdır. Qabın qiyməti malın qiymətinin 15-də 2 hissəsini təşkil edirsə, malın qiyməti neçə manatdır? Bizə deyilir ki, məsəl üçün, qab qiyməti x olarsa və malın öz qiyməti isə y olarsa, bizə deyilir ki, qablaşdırılmış malın qiyməti, yəni həm x-in, həm də y-in bir yerdə cəmi 85 manatdır. Qabın qiyməti malın qiymətinin 15-də 2 hissəsini təşkil edir. Yəni bu x, bu x. Malın qiymətinin y-in 15-də 2 hissəsini, yəni 15-də 2 y-ə bərabərdir. O zaman mən burada x-in yerinə 15-də 2 y yaza bilərəm. Yazarıq bura. 15-də 2 y. Burada yazsaq bir dənə y bərabərdir 85-ə. Və bunları toplasaq eləyir 15-də 17 bərabər y bərabər 85-ə. 17 85-ə geçsə qalar burada 5. Y də bərabərdir 5 vuraq 15. Yəni y də buradan alınır 75. Malın qiyməti neçə manatdır? Malın qiymətini y demişik. Y də aldıq 75. Yəni 116-cı sualın doğru cavabı olur 75. 117-ci sualın izahına baxaq. Məxrəci 18 olan və 3də 1 və 2də 1 arasında yerləşən. Baxın, almır. Bunları almır deyə yumru mörtəzə qoyulub. Bunları alsaydı belə qoyardı. Amma almayıb deyə belə qoyub. Məxrəci 18 olsun deyir. Yəni, bunları məxrəcini 18-ə gətirsək, 18-də 6 budur. Çünki həm sürəti, həm məxrəci 6 dəfə artırırıq. Bunu 18-ə gətirsək, 18-də 9 budur. Həm məxrəci, həm də sürəti 9 dəfə artırmaq deməkdir. Olan düzgün kəsirləri tapırıq. Kəsirlərin 18-dir, bunların arasında nə var? 7 var, bir də 8 var da. 18-də 7, bu deməkdir ki, bunların arasında 18-də 7 var, bir də 18-də 8 var. Bunların sürətləri nədir? Birinin sürəti 7-dir, birinin sürəti 8-dir. Bunları toplasaq, cavabımız eləyir 15. Yəni 117-nin sualının doğru cavabı olur 15. Keçək 118-ci sualın izahına. Yenə də tənasüblə baxsaq ki, 3-cü gün, ümumiyyətlə baxın, 2-ci günü bilmirik. Hamısı 1-ə bərabər olmalıdır. Biri 11-də 1-dir, biri 11-də 2-dir, burada biri 11-də 3-dür, digəri də 11-də 3-dür. Cavabımız eləyir nə qədər? 11-də 1, 3, 6, 7, 8, 9. Və hamısı 1 olduğu üçün bunların cəmi 1-ə bərabər olmalıdır. Yəni, 11-də 9-dan buradakı x-dır da bilmirik. X-in cəmi 1-ə bərabər olmalıdır. O zaman x bərabərdir. 1 çıxaq 11-də 9, yəni 11-də 2. Bu x bərabərdir 11-də 2-yə. Düzdürmü? İndi bizə deyilir ki, 3-cü gün, yəni 11-də 2 hissəsi olan zaman, 11-də 2 hissəsi olan zaman 15 ədədi mal satılıbsa, yəni 11-də 2 uyğundur 15-ə, İkinci gün, yəni, uşaqlar, biz səhv elədik şərtdən, bir dəqiqə şərt oxumadıq. Bizə deyir ki, 3-cü gün, yəni 11-də 3 hissəyə uyğun olan. 11-də 3 hissəyə əgər 15 ədəd mal satılırsa, ikinci gün, yəni bu səfər 11-də 2 hissəyə satılan malın miqdarı nə qədərdir? X. Çarpaz vurarıq. Çarpazına vursaq hər birini. 11-də 3x bərabərdir 15 vuraq 11-də 2. 11-ə gedər. 3 ilə 15 qədər qalar, burada 5, x də bərabərdir 10-a. Yəni 118 sualın doğru cavabı olur 10. 119-da deyilir ki, ədədin 4-də 1 ilə 4-ün cəmi 25-ə bərabərdir. Yəni 4-də 1x-la 9-da 4x-in cəmi 25-ə bərabərdir. Ortaq məxrəc 36-ya gətirmək olar. 36-yı bölürsüz 4-ü, burada qalır 9. 36-yı bölürsüz 9-u qalır burada 4. 9 dəfə 1, 9. Üstə gəlirsiniz 4 dəfə 4, 16. Bərabərdir 25-ə. 25 bölək 36, x bərabərdirsə 25-ə, 25-lər qədər qalır burada x bərabər 36. Ədədimiz x-dir, yəni 36-dır. Bu ədədin 4-də 1 hissəsini tapın deyir. Yəni biz o zaman 36-yı vurmalıyıq 4-də 1-ə, bərabərdir 9. Yəni 119 sualın doğru cavabı olur 9. Keçək 120-ci sualın izahına. 120-də bizə deyilir ki, 36 çıxaq n kvadratı bölək n kvadratı. Kəsrinin qiymətini tam ədəd edən natural n-lərin cəmini tapın. Baxın, ümumiyyətlə. Burada biz bunu parçalamalıyıq. Yəni 36 bölək n kvadratı çıxaq
n kvadratı bölək n kvadrat şəklində. Zaten ortaq məxrəcəsiz yenə eyni şeyi alarsınız. Bərabərdir. 36 bölək n kvadratı çıxaq n kvadratı bölək n kvadratı bərabərdir 1-ə. Aha, bu belə qaldı. Bu ifadənin tam olmaq üçün gərək bu məxrəc sürətə bölünsün ki, bu da tam olsun. Bunun da bir çıxanda tam olaq. İndi bu n kvadrat elə bir ədəddir ki, 36-ya bölünür. Yəni n kvadratı bərabər ola bilər 1. Buradan alırıq n-i 1. N kvadratı bərabər ola bilər, yəni daha doğrusu belə bu cəhətdən yanaşmayaq. Baxın, n əgər 1 olsa, n-in kvadratı bərabər olar 36, n-in kvadratı bərabər olar 1-ə. Bu zamanda 36 bölək 1, 36 çıxarsınız 1 eləyər 35 hər şey qaydasındadır. Yəni n 1 ola bilər. Əgər n 2 olsa, baxın natural deyirdi ya, yalnız 1-dən başlayırıq müsbətə doğru. Mənfi və yaxud da 0-a baxmırsınız ki, 0 da ola bilməz. Çünki n məxrəcdədir. Əgər n-ə 2 versəz, n kvadratı bərabər olar 4-ə. O zaman 36-yı bölərsiniz 4-ə, 9-dan da 1-i çıxarsınız 8. Yəni bu da ola bilər, 2 ola bilər. n 3 olsa, bu zaman n kvadratı bərabər olar 9. 36-yı bölərsiniz 9-a 4. 4-dən çıxarsınız 1-i 3, bu da doğrudur. n 4 olsa, n kvadratı bərabər olar 16-ya. 36 16-ya bölünməz. n 4 ola bilməz yəni. Əgər n 5 olsa, n kvadratı bərabər olar 25. 36 25-ə bölünməz. Ona görə bu da olmaz. n bərabər olsa 6, n kvadratı bərabər olar 36-ya. 36-ya 36-ya bölünər 1, n-ə 1 çıxarsa 0, zaten bu da 0-a tam ədəddir. Yəni n6 da ola bilər. n7 olsa burada bölünməz. Bizə 36-dan kiçik lazım idi. Maksimum 36-ya qədər arta bildi. Yəni ola bilər 1, 2, 3 və 6. Bizdən bunların cəmini soruşur. Toplasaq, cavabımız eləyər 12. Yəni 120 sualın cavabı olar 12. Keçək 121-ci sualın cavabına, izahına. 121-də bizə deyilir ki, 64 plus n kvadratı bölək n kvadratı. Yenə də bunu parçalasaq. 64 bölək n kvadratı plus n kvadratı bölək n kvadratı bərabərdir. 64 bölək n kvadratı plus n kvadratı bölək n kvadratı bərabərdir. İndi n 1 olsa 1-in kvadratı 1 64-ə bölünər. n 2 olsa 2-in kvadratı 4 64-ə bölünər. n 3 olsa 64 9-a bölünməz. Yəni 3 ola bilməz. n 4 olsa n kvadratı 16 64-ə bölünər. n 5 olsa 25 64 25-ə bölünməz. n 6 olsa n kvadratı 16 64 16-ya bölünər. n 7 ola bilməz eyni şeyə görə. n 8 olsa son olaraq yenə də n kvadratı 64 olar və 64 64-ə bölünər. Yəni 1-dir, 2-dir, 4-dür, 8-dir. Bunların da hasilini tapanda 2 vursuz 8-ə bərabər olur. Düzümə də deyik. 32 vursuz 2-yə üzr istəyirəm. Bərabər olur 64-ə. Yəni 21-ci sualın doğru cavabı olur 64. Keçək 122-ci sualın izahına. 122-də bizə deyilir ki, 6 bölək 0,3 baxın, yerindəcə bölək əvvəlcə. 0,3 bölək 0,133 nə deməkdir bu? 10,3 bölək 133 yəni 10,3 vuraq 33-də 100. Düzdürmü? Bununla bu qəsə qalar burada 10. Bununla bu qəsə qalar burada 11. Yəni cavabımız eləyir bunun 11-də 10. Düzdürmü? İndi 0,4-də 0,6 üzr istəyirəm. Böyük 0,166 bərabərdir. 10-da 6 bölək 166-ya. 10-da 6 vuraq 66-da 100. Onlar gedər. Bunlar da gedər 11. Yəni də burada qalar 11-də 10. Eyni zamanda. Son olaraq 0,9 bölək 0,99 hesablasaq. 10-da 9 bölək 199 deməkdir bu. Yəni 10-da 9 vuraq 99-da 100. Bu 11 eləyər, burası da 10 eləyər. Yəni cavabımız eləyər 11-də 10. Hər birinin cavabı 11-də 10-dur. Baxın, bu da 11-də 10-dur. 11-də 10 plus, bu da 11-də 10-dur. Çıxaq, bu da 11-də 10-dur. Baba 11-də 10-lar gedər. Alınlar 6 bölək 11-də 10. Düzdürmü? O deməkdir ki, 11 çıxar yuxarı 66 bölək 10. Bunu da cavabı eləyir 6,6. Yəni 122-ci sualın doğru cavabı olur 6,6. Keçək 123-cü sualın izahına. 5n çıxaq 4 bölək 2n plus 13-ün düzgün kəsri olması üçün burada saxladıq. Düzgün kəsri olmaq üçün sürət məxrəcdən kiçik olmalıdır. Yəni 5n çıxıq 4 kiçik olmalıdır 2n plus 13-dən. N'lər bir tərəfə keçsə burada qalar 5n çıxaq 2n 3n.
kiçikdir. 13 üstə gələk 4, 17-dən. N də kiçikdir. 17 bölək 3. Yəni n kiçikdir. 5 tam 3-də 2-dən. N ola biləcəyi natural qiymətlər 1, 2, 3, 4 və 5 ala bilər. 5 də ala bilər. Yəni burada çaşmayın. Çünki artıq 5-dən keçib 5-dən 3-də 2 olub. Yəni artıq 5-i ötübsə, bizdən də kiçiyi soruşursa 5 də onun içinə daxildir. Böyle toplasaq 9 ilə 6'yı toplasaq cavabımız eləyir 15. Keçək 23-cü sualın cavabı oldu. Doğru cavabı oldu 15. Keçək 124-cü sualın izahına. Bizə deyilir ki, 3 ardıcıl tək natural ədədin cəminin, baxın, 3 ardıcıl tək natural ədədlər nədir? 2n çıx 1, 1-dir. 2n plus 1, 1-dir. 2n plus 3 də 1-dir. 3 dənə ardıcıl tək natural ədəd. Bunların cəmi, mütləq konfiqurasiyanı yazdıq. Cəminə baxaq. 2n çıx 1, 1-dir. 2n plus 1, 1-dir. Və 2n plus 3 də 1-dir. Bunların cəmini tapaq. 1'lər geçsin buradan. 6n plus 3. Bunların cəminin, yəni 6n plus 3'ün 5'də 3 hissəsi 7,2 olarsa, 7,2 olarsa, bunları aparaq uç ixtisar. Yəni 23,4 düz apardımsa. Yəni 70,2'yi bölək 3'ə. 23,4 düzdür. O zaman çarpaz vursak 6n plus 3 bərabərdir. 23,4 vuraq 5, yəni 117'yə. Buradan 6n bərabərdir. 3 bərabərin əksinə keçsə 114. N də bərabərdir 19. Bizdən də böyük ədəd soruşur. Yerinə aparıb qoyuruq. Ən böyüyümüz 2n plus 3 idi. Yəni 2 vuraq 19 plus 3. 38'in üstə 3 gəlirik. 41. Yəni 124-cü sualın doğru cavabı olur 41. Keçək 125-ci sualın izahına. Şərtdə bizə deyilir ki, əvvəlcə səbətdən 125-dən. Əvvəlcə səbətdən 6 alma, sonra qalan almaların sayını 3'də 1 qədər və daha 6 alma götürdülər. Nəticədə səbətdə əvvəlki almaların yarısı qədər alma qaldı. Əvvəlcə səbətdə neçə alma var idi? Aha. Biz məsəl üçün almaların əvvəlki sayına, x versək. Baxın, əvvəlcə səbətdən, bu x-dan əvvəlcə 6 alma götürülür. Sonra qalan almalar, x çıx 6 qaldı axı. Qalan almaların 3'də 1-i qədər götürülür və daha 6 alma götürülür. Və nəticədə səbətdə əvvəlki almaların yarısı qədər alma qalır. Yəni 2'də 1x alma qalır. Bunu hesablayaq. X çıxaq 6 çıxaq. 3'də 1x plus 6 vuraq. Buradakı mənfi plus oldu. Plus 6 dəfə 3'də 1 elədi 2. Çıxaq 6 bərabərdir 2'də 1x-a. Bunlar eləyir 3'də 2x çıxaq 10 bərabərdir 2'də 1x-a. Düzdürmü? Və x-lar bir tərəfə keçsə 3'də 2x çıxaq 2'də 1x bərabərdir 10'a. Ortaq məxrəc 6 eləsək 6'yı bölürəm 3'ə 2, 6'yı 2'yə bölürəm qalır 3. 2'dən 2 4 çıxırsız 3. X bərabərdir 10'a. Bu deməkdir ki 6'da 1x bərabər 10'a, x də bərabərdir 60'a. X 60'a bərabərdir. Əvvəlcə səbətdə neçə alma var idi? Cavab verir x, yəni 60. Aha, 126-cı sualın izahına baxaq. Və sonuncu izahımızdır bu bölmədən. 126'da bizə deyilir ki, 7n çıxaq 6 bölək 3n plus 15 kəsrin düzgün kəsr olması üçün, baxın burada saxladıq. Düzgün kəsr olmaq üçün 7n çıxaq 6, yəni sürət məxrəcdən kiçik olmalıdır 15. N keçir n-in yanına 4n kiçik olmalıdır 21'dən 6 keçir 15'in yanına da plus şəkildə. N də kiçik olmalıdır 21 bölək 4, yəni 5 tam 4'də 1. N'in natural qiymətləri nələrdir? 1, 2, 3, 4 və 5. Yəni dediyim kimi, baxın, ədəd oxununda siz şaşa bilərsiniz ki, 5'i niyə alsın? Çünki 5 buradadır, 5 tam 4'də 1'də artıq 5 plus 4'də 1'dir. 5 tam 4'də 1'də artıq buradadır. Ondan kiçikdirsə, buradakı artıq 5'i də götürmək lazımdır. Bizim bu natural qiymətlərin cəmi soruşulur. Burada toplasaq 9, 5, 6. Cavabımız eləyir 15.
və 126-nın sualına doğru cavabı olur 15. Bununla da 9-cu sinif test toplusunda adi və onluq kəsrlər mövzusunun sual izahı bitdi. Gələn dərs inşallah faiz nisbəti və tənasübün izahlarını izah eləməyə çalışarıq. Sağ olun, salamat qalın.